Salam əziz izləyicilərim. Videonu izləyən hər bir kəsi salamlayıram. Bu gün mən sizə uzun bir fasilədən sonra tənqidi realizm və romantizm dövrü ilə bağlı test bölməmizin izahını təqdim edəcəm və bu bölməmizdə xüsusilə tənqidi realizm və romantizm dövründə vacib olan əsərlər və dövrün xüsusiyyətlərinə toxunmuş olacağıq. Tənqidi realizm adından göründüyü kimi dövrün hadisələrinə tənqidi baxımdan yanaşır, sanki günün reallıqlarını əks elətdirirdilər. Necə ki, Sabir deyir, şairəm, dövrümün aynəsiyəm, məndə hər kəs görür özünü. Belə bir məqam düzü müəyyən qədər misrada yanlışa yol verə bilərəm, amma məzmun etibarilə mən bunu dedim. Sonra tənqidi realizm cərəyanı ətrafında birləşən nümayəndələr, məsələn Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mirzəli Möcüz Şəbüstəri, Əliqulu Gəmküsar, Əbdürrəhim bəy Haqverdiyev və başqaları dövrün yalnız yeni ədəbiyyat sahəsində olan mənfiliklərini deyil, eyni zamanda inkişafa, tərəqqiyə mane olacaq, xalqı istiqlala çatmaqdan saxlayan bütün mənfilikləri pisləyirdilər və əsərlərində buna toxunurdular və tənqidi əlbəttə ki, mövqelərini nümayiş elətdirirdilər. Daha digər hansı xüsusiyyətlərinə toxunmaq istəyirəm desəm, əlbəttə ki, 1906-cı ildə məhz bu şair və yazarları öz ətrafında birləşdirən Molla Nəsrəddin jurnalının yaranması ilə bağlı, hansı ki, bunun redaktoru Cəlil Məmmədquluzadə olmuşdur, danışmaq olar və Molla Nəsrəddin jurnalı müəyyən fasilələrlə bilirsiniz ki, 25 ilə yaxın fəaliyyət göstərmişdir ayrı-ayrı şəhərlərdə. Yaradıcı dediyim kimi Cəlil Məmmədquluzadədir, amma ətrafında birləşən insanlar məhz necə ki, Abbas Səhhətin Mirzə Ələkbər Sabir üçün dediyi, Sabir xalqın istiqlalı uğrunda öz qələmi ilə bir ordudan artıq xidmət göstərmişdir. Yəni Sabir kimi digər nümayəndələrin də həqiqətən xidmətləri danılmazdır və əlbəttə ki, Azərbaycan xalqının tarixində onların oyanışında əhəmiyyətli rol oynamışdır. Mirzə Ələkbər Sabirin, sonra Əbdürrəhim bəy Haqverdiyevin, Süleyman Sani Axundovun əsərlərində, satiralarında ümumiyyətlə var olan yeniliklər də dövrün xüsusiyyətlərindən idi. Bunlara test bölməmizin izahında düşünürəm ki, toxunmaq lazımdır. Çünki mən hər zaman deyirəm ki, mənim izahlarım sırf testlər üzərində olduğu üçün, yəni bunlar sırf video dərs izahı olmadığı üçün, yəni nəzəriyyənin izahı olmadığı üçün mən bir o qədər vaxt ayıra bilmirəm. O zaman keçək biraz füyuzatçılardan da danışaq, sonra sürətlə test bölməmizin izahından keçərik. Deməli ki, füyuzatçılar ümumiyyətlə füyuzat jurnalı ətrafında birləşmişdilər və bunlar romantiklər idi, hansı ki, romantizm ədəbi cərəyanının nümayəndələri idilər. Füyuzat jurnalı baxmayaraq ki, bir il, yəni 1906-1907-ci illərdə fəaliyyət göstərmişdir, amma bu da Molla Nəsrəddin jurnalı kimi ədəbi məktəb yaratmış və xalqın tarixində əhəmiyyətli rol oynamış bir jurnal idi, mətbuat orqanı idi. Romantizm ədəbi cərəyanının nümayəndələrindən biz Hüseyn Cavid, Abbas Səhhət, Abdullah Şaiq, Azərbaycanda, hansı ki, tək Azərbaycandan deyil, eyni zamanda digər dövlətlərdən, məsələn İrandan, Krımdan, Türkiyədən də məhz qələm sahibləri bu jurnal ətrafında birləşmiş və fikirlərini ifadə etmişdilər. Füyuzat jurnalının bəs xüsusiyyətləri, füyuzatçıların, romantiklərin düşüncələri nə idi? Məqsədləri nə idi? Romantiklər realistlərdən fərqli olaraq dövrün hadisələrinə olduğu kimi deyil, dövrün hadisələrinə məhz özlərinin görmək istədikləri mövqedən yanaşırdılar. Yəni yaratdıqları ideal əsasında yanaşırdılar və onların əsərlərində gələcəkçiliyi güclü idi. Yəni gələcəkdə dünyanı necə görmək istəyirlər? Məhz bu mövqedən yanaşırdılar. Onlar ümumiyyətlə deməli dövrün reallığı ilə yaratdıqları ideal arasında yaranan o əkslikdən, o təzaddan, ziddiyyətdən duyduqları həyəcan əsasında yazıb yaradırdılar və fəaliyyət göstərirdilər. Eyni zamanda onlar bolşevizmi, qırmızı qaranlıq, amma özlərinin əsas qayələri olan Türk-İslam birliyini isə yaşıl işıq adlandırırdılar. Hansı ki, bu Türk-İslam birliyində onların ümumi məhəbbət idealı, eyni zamanda vahid Türk dili və vahid Türk əlifbası yaratmaq kimi qayələri əsas idi.
İndi isə qalan digər xüsusiyyətləri düşünürəm ki, bölmənin izahı üzərindən versəm daha məqsədə uyğun olar. Bölməmizin izahına başlayaq o zaman. Amma bundan əvvəl videonu izləyəcək olan hər bir kəsdən kiçik bir xahişim var. Kanalıma abunə olmağı, şərh yazmağı, fikirlərinizi bölüşməyi unutmursunuz. Həm əlbəttə ki, yeni izahlarımdan xəbərdar olursunuz, həm də həqiqətən təkan verici bir qüvvədir. Yəni kanalda abunəçi sayının olması mənə göstəricidir ki, yəni tələbat var. Tələbat varsa da əlbəttə ki, həvəslə video izahları yenidən təqdim etmək mənə xoş olur. Necə ki, mənim hansısa bilmirəm videoma yazılan şərhdə bir gün, bilməm 2 gün bundan əvvəl bir nəfərin müəllimə bəs izahlar davam etməyəcəkmi sualı mənim üçün sırf bu videonu çəkməyə əsas olmuş oldu. O zaman çox uzatmadan başlayırıq. Tənqid, realizm və romantizm dövrü sual 1. Gülpəri obrazı ilə bağlı fikirlərdən biri fərqlidir. Doğru və yanlış olma baxımından Nurəddin əsəri Süleyman Sani Axundovun Qorxulu nağıllar silsiləsinə daxil olan nağıllardandır və bu dövr üçündə xarakteri xüsusiyyətlərə sahibdir, hansı ki bu bölmədə bu nağıla toxunulur, öyrənilir. Deməli, Gülpəri kimdir? Nurəddinin atası Hacı Nəsirin anası, daha doğrusu Nurəddinin anası, yəni Hacı Nəsirin həyat yoldaşı soyuq dəymədən vəfat etdəndən sonra Nurəddinə baxmaq üçün Hacı Nəsirin ikinci dəfə ailə qurduğu İmamverdinin qızıdır, hansı ki uzaq bir qohum, uzaq bir kənddən o qızı alıb öz evinə Nurəddinə ana olaraq gətirmişdi və sonradan Gülpərinin mala mülkə olan hərisliyi, ümumiyyətlə qəddarlığı, yəni əsərin müəyyən mərhələlərində biz buna şahid olacağıq. Məsələ Hacı Nəsirin, yəni onu o dilənçi mühitdən qurtaran Hacı Nəsirin ölümünə səbəb olmuşdu. O zaman baxaq görək burada yazılan fikirlər hansılardır. 1. Əsərin sonunda etdiyi səhvi anlayır. Bu düzdür, əzizlərim. Ona görə ki, əsərin sonunda Nurəddin onu, hansı ki Rəhim artıq Nurəddin tapıb böyütmüşdü və təhsil almışdı Nurəddin və məktəb bitirmək şərəfi ilə məclis düzəldilmişdi. Sonra Nurəddinin axşam şəhərə çıxmağı, sonra qayıtmağı və qayıdarkən yanında sizə bir qonaq gətirmişəm deməyi və Gülpərini öz ailəsinə, artıq onun ailəsi idi Rəhim və Rəhimə onlara təqdim etməyi və burada Gülpərinin peşmançılıqlarını dilə gətirməsi və hadisələrin, Əmraslanın, sonrakı hadisələrin, daha doğrusu Əmraslanın səbəbi ilə olması, onun Nurəddini öldürmək fikrinin olmaması, ümumiyyətlə, hətta özünün dili ilə Nurəddinə mən sənə yəni zülm etdim, amma sən mənə rəhim göstərdin, yəni peşmançılığın dilə gətirməsinin şahidi oluruq. Hər zaman demişəm, sırf mənim izahlarım əsasında, məsələn, siz Nurəddin hekayəsini əlbəttə ki, öyrənə bilməzsiniz. Mütləq şəkildə test izahlarını dinləməmişdən öncə mövzuların hər biri ilə tanış olursunuz. Daha sonra buradan bu bölmənin və digərlərini dinləyib müqayisələr aparırsınız. Əlbəttə ki, şərhlərinizi və təkliflərinizi də şərh bölməsinə yazıb bildirməyi unutmayın. 2. Atasının zəhərlədilməsinə razı olur. Belə bir məqam yoxdur. Çünki İmamverdinin zəhərlədilməsi ilə bağlı belə bir təklifi irəli sürmür. Sözsüz ki, Əmraslandan söhbət gedir. Amma Əmraslan Nurəddinin öldürülməsi ilə bağlı səbəblər irəli sürmüşdür. Yəni 2-də verilən fikir səhv oldu. 4. Qəddardır, doğrudur. Gülpəri tam olaraq ilə qəddarlıq onun əks etdiyi xüsusiyyətlərdəndir. 3. Nurəddin onu bağışlayır. Bəli, bunun da şahidi oluruq. Fərqli olan hansı oldu? Yanlış və doğru olma baxımından əlbəttə ki 2. Cavabımız 2-dir. Davam edirik. İkinci sualımızın izahı ilə. Cərəyanlarla bağlı ilə Venn diaqramındakı uyğunluğu müəyyən edin. Haqqında danışdıq. Baxaq danışmadığımız hansı xüsusiyyət qaldı. Onu da buradan olsa toxunmuş olarıq. Deməli, düzgün yerləşdirmələrə baxmaq lazımdır. Bilirsiniz ki, Venn diaqramında əsas məqsəd məhz budur. Realizm üçün yazılıb 1-2. Görək, nümayəndələri Molla Nəsrəddin jurnalı ətrafında toplaşmışdılar. Əlbəttə ki, tam olaraq doğru fikirdir. 2. Bu cərəyanda ideal gerçəyə qarşı qoyulur. Xeyr, 2 yanlış yerləşdirilib. Bu olmalıydı. Romantizm dairəsində deməli işini biz variantlardan çıxmalı oluruq. 3. 20-ci əsrin əvvəllərində meydana çıxmışdır. İstər realizm, istər romantizmin tarixi daha qədimdir. Yəni sadəcə olaraq cərəyan halında artıq onların biz 20-ci əsrin əvvəllərində tənqidi olaraq ortaya çıxmasından danışırıq. Amma biz sırf Azərbaycan ədəbiyyatında realizm, romantizm 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır deyəndə yanlışdır. Məsələn, biz Molla Vəli Vidadi, Molla Pənah Vaqifin sırf realist
yəni mövqedən yazıb yanaşmasına dana bilmərik. Eyni zamanda romantizm deyirlər, hələ Nizami dövründə Nizaminin yazdığı əsərlərə, poemalara, həmsəsinə toxunarkən artıq orada romantizmin izlərinin olduğunu görürük. Yəni daha qədim əsaslara söykənən bu istiqamətləri biz, yəni metod olaraq istiqamətləri biz dana bilmərik. Ona görə də 3-də verilən fikir yanlışdır. 4-ə baxırıq, nümayəndələri ümumi məhəbbət ideyasını irəli sürmüşlər. Mərkəzə verildiyi üçün bu da yanlışdır. Nəyə görə? Çünki ümumi məhəbbət ideyasını irəli sürənlər romantizmlər idi. Yəni realizmlərin belə bir ideyası yox idi. 5 nümayəndələri Füyuzat jurnalı ətrafında cəmlənmişdilər. Əlbəttə ki, 5 doğru fikirdir. Yazılıb romantizm dairəsində 6 felyeton janrı bu cərəyan nümayəndəsi tərəfindən ilk dəfə Azərbaycanımızda istifadə olunub. Xeyr əzizlərim, felyeton janrının yaradıcısı məhz Cəlil Məmmədquluzadədir və Cəlil Məmmədquluzadə realizm ədəbi cərəyanının nümayəndəsidir və əsas yaradıcılarındandır deyərdim. 6-da verilən fikir də yanlış oldu. Cavabımız o zaman qalır bizim. C variantı 1-5. Davam edirik 3-cü sualla. Kərbəlayı Zal obrazının təhlilinə hansı fikirlər, təhlilində hansı fikirlər yanlışdır? Kərbəlayı Zal kim idi? Əbdürrəhim bəy Haqverdiyevin Bomba əsərinin əsas qəhrəmanı idi. Hansı ki bilirsiniz, o vəzifədə qalmaq üçün əlindən gələn hər bir şeyi edir. Hətta yəni Usta Feyzullahın daşıdığı o çuvalların içərisində, evinə düşürdüyü çuvalların içərisində nə olduğuna əmin olmadan sadəcə bombaya oxşatdığı üçün bütün hər şəxsi çağıraraq ora tökməsi və sonunda əlbəttə ki işindən olması və əsərin novella olduğunu da bilirik. Nəyə görə? Çünki əsər gözlənilməz sonluqla bitirdi. Bu da onun xüsusiyyətlərindəndir. İndi bizdən nəyi istəyir burada? Diqqət edirik ki, bizdən yanlışı istəyir. Xarakteri, əməli və məqsədi ilə bağlı. Yəni əslində bu birbaşa Kərbəlayı Zal obrazının təhlilidir. Yəni ona görə də oxuyarkən məsələn artıq verilən sual tiplərindən gələn məlumatlı olaq ki, bizdən suallarda nə tip məqamları soruşarlar. Məhz o əsasda oxuyarkən diqqət eləyək xarakterlərə, obrazlara və digər xüsusiyyətlərə. Xarakteri şöhrətpərəstdir, mənsəbpərəstdir. Əlbəttə ki, bu hər ikisi doğrudur. Yəni bu adam şöhrətpərəstdir və öz şöhrətini düşünür, şöhrətli olmağa çalışır, adının hallanmasını, hamının Kərbəlayı Zal bunu bacardı deməsini, eyni zamanda vəzifədən uzaqlaşmamaq üçün dediyim bayaqki cəhəti etməsini, yəni hərəkəti etməsini görürük. Yəni 1-lə 2-də verilən fikri biz yanlış hesab eləyə bilmərik. 3-ə baxırıq. Çuvalda bomba olduğunu düşünüb tək başına bax bu artıq işi körlayır. Tək başına deyil, xeyr, tək başına deyil, özü getmir, amma çağırıb ora Qaradaboyları, hamını pristavı və sonra tökür. Yəni 3-də verilən fikir yanlışdır. Bizə lazım olan yanlış 3-dür. Deməli, çünki 3 olan bir dənə A variantı var. 4-ə baxırıq. Usta Feyzullahın evində çuvalları görən kimi qışqırır. Xeyr. Yəni burada bu məqamı da biz yanlışa hesab eləyə bilmərik. Yəni doğru fikri yanlış kimi götürə bilmərik. Ona görə 4-də gedir. Vəzifəsini qoruyur. Bəli, bu da yəni bizə lazım deyil. Düzgün hesab eləyə bilmərik. Çünki sualın şərtində yanlış istəyir bizdən. Amma doğruya doğru yanlış olmur. Belə, yəni cavabımız 3-də A variantıdır. Davam edirik biz. Sual 4 ilə. Sual 4-də görə bizdən nə istəyir? Cədvəldəki yanlışlığı müəyyən edin. Türkün nəğməsi ilə bağlı hansı ki Məhəmməd Hadi romantizm ədəbi cərəyanının nümayəndələrindəndir. Əlvahi İntibah poeması da dövrdə səs etmiş poemalardan idi və dövrün ədəbi hadisəsi hesab olunmuşdu. Görək burada olan yanlışlıq nədir? Bizdən həm bədii məzmun, həm də bədii forma ilə bağlı məlumatlı olmağı istəyir. Bizə deyir ki, bədii məzmunda türklərin döyüşkən xarakteri əksini tapıb. Nə istəyir bizdən? Yanlışlığı istəyir. Amma bu nə idi? Düzdür. Eyni zamanda məzmuna aiddir. Ona görə də biri biz variantlardan çıxmalı olacaq. Şair düşünür ki, qadınların fəryadı hədər olacaq. Xeyr, hədər olmaz deyir. O, ümumiyyətlə bu qədər orada sadaladığı bütün hər bir şeyin hədər olmadığını, olmayacağını diqqətimizə çatdırır. Deməli, 2-də verilən fikir yanlışdır. O zaman B variantı gedəcək. 3-ə baxırıq. Türklər millətlərdən üstün yaşamaq istəyərkən xalqa asayişə aparan, asayişə çağıran əməldən dönməyəcəklər. 3-də verilən fikirdə
məsələ türklər millətlərdən üstün yaşamaq istərkən cümlə miləldən. Deməli, üçdə verilən fikir bəli doğru olmuş sayılır və onların müslih əməldən, yəni müslih əməl də nədir? Asayişə çağıran əməldir. Geri dönməyəcəkləri orada göstərilir. Nədir? Doğru fikirdir. Amma bizim üçün əsas deyil. Çünki biz yanlışı axtarırıq. Ona görə buradan seçirik içini. Bədii formaya baxırıq. Həzəc bəhrindədir. Bəli, bu da doğrudur, amma biz yanlış axtarırıq. Bədii sualdan istifadə olunmayıb. Xeyr, bu artıq yanlış olmuş olacaq. Ona görə də biz D variantı olaraq götürürük. Amma deməli, nəymiş bədii sual onu da deyir. Məsələn, deyir, Türkün tökülən qanları bihudə gedərmi? Bax, burada bədii sual özünü göstərirmi? Əlbəttə ki, ona görə 5 yanlış olmuş oldu. Cavab D variantı davam edirik 5-ci sualdan. Uyğunsuzluğu müəyyən edin deyir. Doğrudur, yanlışdır, cədvəl var əlimizdə. Amma bizdən, yenə deyirəm, sualın şərtini düzgün anlamaq çox böyük əhəmiyyətə malikdir. Düzgün həm zaman itkisi olmur, həm də əlbəttə ki, siz bildiyiniz bir şeydən bal itirmirsiniz. Uyğunsuzluq dediyi üçün doğrudan yanlışı, yanlışdan doğrunu tapmalıyıq. Baxaq görək bizə nə deyir. Birdə satirik şeir özünün ən yüksək zirvəsinə tənqidi realizm dövründə çatmışdır. Doğrudur əzizlərim, amma biz nəyi axtarırıq? Yanlışı. Yəni bunun qarşısına gələn doğru qoyaq. O əsasda sonra sizə daha rahat olar. Deməli, ümumiyyətlə satirik şeir biz bilirik ki, Qasımbəy Zakirin, Bababəy Şakirin dövründə də artıq müəyyən qədər inkişaf etmiş, artıq bir istiqamət almışdı. Amma özünün ən yüksək zirvəsinə əlbəttə ki, tənqidi realizm dövründə çatmışdır və Sabirin qələmi buna səbəb olmuşdur. 2. Molla Nəsrəddin jurnalı ədəbi məktəb yaratsa da Füyuzat jurnalı yarada bilmədi. Xeyr, bayaq qeyd etdim. Həm Molla Nəsrəddin jurnalı, həm də Füyuzat jurnalı ədəbi məktəb yaratmışdır. 2 yanlışdır. Uyğunsuzdur. Bəli, doğruda yanlış, uyğunsuzdur. Ona görə də içini götürürük. Biri isə variantlardan çıxmalıydıq. 3-ə baxırıq, yanlışdır. Mirzə Ələkbər Sabir tənqidi realizm cərəyanının hüdudlarında satirik şeir məktəbi yaratmışdır. Düzgün fikirdir, amma haradadır? Yanlışın altındadır. Yanlışda doğru bizim şərtimizi ödəyir, uyğunsuzdur. O zaman 3-ü də götürmək lazımdır. 2-3 bizim cavabımız olaraq burada görünür. 4-ə baxaq, satira ədəbiyyatımıza imcəsi daxil oldu. Bunu indicə dedim ki, yanlışdır. Yanlışda da yanlış, doğru hesab olunur. Biz uyğunsuzları seçdik. Cavab olaraq E variantı davam eləyək. Sual 6 ilə. Yanlış fikri müəyyən edin, bomba hekayəsi ilə bağlıdır. A variantı, hadisələrin Kərbəlayı Zal üçün nəticəsi heç də yaxşı olmur. Əlbəttə ki, işindən olur adam. Ona görə də bu doğru fikirdir. Həyat yoldaşına dediklərindən anlamaq olur ki, Kərbəlayı Zal həm də şöhrətə meyillidir. Hökumət işinin verdiyi üstünlükləri çox sevir. Bəli, doğru fikirdir. Əsas qəhrəmanın çuvallarda olan qarpızı bomba kimi düşünməsi Pristavın ona dediklərindən sonra baş verir. Bəli, bu da doğru fikirdir. Çünki onsuz da Pristav onu yanına çağırıb tənqid eləyəndən sonra o bomba hadisəsi ilə bağlı ilkin göstəricilər bizə əsərdə təqdim olunur. Ona görə bu da səhvdir. D variantı, Kərbəlayı Zalın məqsədi vətəninə faydalı şəxsiyyət olmaq idi. Əlbəttə ki, yanlış fikirdir. Kərbəlayı Zalın belə bir məqsədi yox idi. Onun tək məqsədi özünün mənafeyini düşünmək idi. Pristavın dedikləri baş qəhrəmanın iştahasını da kəsmişdi. Doğrudur. Hansı ki, orada abcüş adlandırılan, yəni bizim bozbaş dediyimiz yeməkdən belə imtina edir, yəni yeyə bilmir. Tək məqsədi artıq özünün dırnaqarası uğur hesab etdiyi hansısa bir məqsədə nail olmaq idi. Belə sual 7 ilə davam edirik. Uşaq şeirləri oxumaq istəyən şagird situasiya tipli sualdır. Hansı sənətkarların əsərlərini axtarmalıdır? Əlbəttə ki, bura baxarkən biz 2 şairin adını görürük. Bu da baxaq kimlərdir? Abdullah Şaiq və Abbas Səhət. Düşünürəm ki, bu hər birimizin uşaq vaxtı sevə-sevə oxuduğumuz bir neçə əsər vardır ki, bu sualın cavabını sırf bu əsasda ilə asanlıqla tapmaq, daha doğrusu neyi göstərdim mən? Asanlıqla tapmaq olardı. 2-5, bəli, doğru C variantı olacaqdır. Davam edirik 8-ci sualımızın izahı ilə. Əmiraslan Nurəddin əsərində obrazının təhlili ilə bağlı hansı fikirlər doğrudur? Bizdən tam cavabı istəyir. Ona görə də diqqətlə izləyirik. Deməli, burada əməlində Gülpərinin pullarını qumarda uduzur.
Bəli, əməldir. Əməl nədir? Bir onun gördüyü işdir, hərəkətdir, doğrudur. Bir ona görə də bizim üçün lazımdır, biri götürürük. İki, quldurluğuna görə Hacı Nəsirlə düşməndir. Xeyr, biz Hacı Nəsir öləndən sonra Əmir Aslanla tanış oluruq əsərdə. Ona görə də ikidə verilən fikir üzr istəyirəm. İkidə verilən fikir yanlışdır. Baxırıq üçə. İmamverdi babanı öldürmək məqsədi xeyr. Onun İmamverdi babanı öldürmək məqsədi olmayıb. Onun məqsədi Nurəddini öldürmək idi. Quldurluqda ad-san qazanmaq xeyr. Onun belə bir məqsədin olduğunu da görmürük. O sadəcə olaraq yanlış tərbiyənin belə deyərdim, ərkünlüyün qurbanı olur və çıxış yolunu quldurluqda görür. Yəni artıq bu cür, amma onun məqsədi bu deyil. Yəni quldurluq eləyim, ad-sanım çıxsın. Biz əsərdə belə bir xüsusiyyəti görmürük. Ona görə götürmək yanlış olar. Xarakteri ilə bağlı əlbəttə ki, iki yanlış bir-birinə əks fikir verilib. Pulgir və şərəfli Əmir Aslana uymayan əlbəttə ki, xüsusiyyətdir. 5 doğrudur bizim doğru cavabımız. Burada 1 və 5 qalmaqdadır. Davam edirik sual 9 ilə. Türkün nəğməsi əsərinin məzmunu ilə bağlı hansı fikir yanlışdır? Dünya təməlindən çevrilsə də türklər ölümün yaxınlaşmasından zərrə qədər, bəli, bir zərrə belə qorxmayırız, dərsdir əcəldən. Əvvəlində də istərsə cahan çevrili varsında təməldən idi. Bu misralarda biz bu fikrin doğruluğunu təsdiqləyə bilirik. B. Şair oxucudan diqqətlə düşünün, yoxsa bu qan həbsi hədərmi deyir və qiymətli olan xuni şəhidan hədər olmaz deyir. Bu misralarda da əlbəttə ki, bu fikrin doğruluğunu görürük. Şair 4 il deyərkən 1414 və 1914 və 1918-ci illəri nəzərdə tutur və siyasi bir məqam, siyasi bir işarə idi. Şairin qələmi ilə doğrudur. Lirik qəhrəmanda qələbə əzmi özünü göstərir. Daha çox uğurlu gələcəyə doğru köşləmiş bir əsərdir. Bəli, heç kim düşünməsin ki, bu əsərdə bədbinlik, itirilmiş etkilərdən dolayı hüzün, kədər, xeyr, qətiyyən əksinə o gələcəyə doğru köşlənmiş nikbin duyğulara sahibdir. Yəni lirik qəhrəman hansı ki, Məhəmməd Hadi. Vətən müharibəsində digər xalqların bizə yardım etməsi xatırladılır. Xeyr, belə bir məqam əsərdə yoxdur. Bunu doğru hesab etmirik. Əlbəttə ki, cavab olaraq da elə bizim cavabımız E variantıdır. 10. Romantiklərə aid hansı fikir yanlışdır? Deməli, Hüseyn Cavid, İblis, Xəyyam və s. kimi dramları yazmaqla mənzum dram məktəbi. Əlbəttə Hüseyn Cavid məhz imca sənədlərində özünün bu dram əsərləri ilə mənzum dram məktəbi yaratmışdır. Hansı ki, sonradan Cəfər Cabbarlı da onun davamçısı kimi dram janrında dəyərli əsərlər, yəni dəyərli dram əsərləri vermişdir. Deməli, sonra buradan baxırıq. B variantı, yəni A variantı doğrudur əzizlərim. B variantı vahid ümumtürk əlifbası yaratmaq da füyuzatçıların islahatlarına daxil idi. Doğrudur, çünki biz amma yanlış axtardığımıza görə bunları sıradan çıxarırıq. Azərbaycan romantizmini düşündürən məsələlərdən biri Azərbaycanın zamana görə geridə qalması idi. Bəli, bizim romantikləri narahat edən əsas xüsusiyyətlərdən biri də sırf elə burada verilən məhz bu xüsusiyyət idi. Azərbaycanın zamana görə geridə qalması. D. Füyuzatçılar bolşevizmi qaranlıq gecə hesab edirdilər. Bayaq mən düşünürəm, deyəsən buna dedim. Yoxsa demədimsə də demiş olaq. Füyuzatçılar bolşevizmi qırmızı qaranlıq adlandırırdılar. Türk İslam Birliyini isə yaşıl işıq. D variantı yanlışdır. Doğru cavabımız D variantıdır. E variantında onlar insanlığın xilas yolunu ümumi məhəbbətdə görürdülər. Doğru fikirdir. Davam edirik 11. 11-də deyir, Türkün nəğməsi şeirində qiymətli, bəli, qiymətli olan xuni şəhidan hədər olmaz. Yəni, şəhid qanı. 11-in sualı da cavab E variantı idi. Davam edirik 12-ci sualla. Yanlış fikri seçməyimizi istəyir və burada görək nələri verib. Nurəddin. Yəni, Nurəddin əsasında olan yanlış və doğru fikirləri seçirik. Buna diqqət edək. Yaxşılığı qiymətləndirir, bəli, yaxşılığı qiymətləndirəndir. Məsələn, ona çətin anında ağazda yatarkən kömək eləyən cənnətə kişini unutmur. Onu sonra gətirib Rəhimin bağçasında bağban edir. Bunu göstərmək olar. Eyni zamanda Rəhiminin onun üçün çəkdiyi əziyyətlər də hədər getmir. Bunu da hətta bu siyahıya daxil edə bilərik. Yəni doğru fikirdir, ona görə götürmürük. B variantı düşdüyü vəziyyətdə düzgün davranmağı bacarır. Əlbəttə ki, Nurəddinin məsələn lazım anda heç nəyə baxmadan, uşaq olmasına baxmayaraq
məhz həmin kənddən qaçması, yəni Əmraslan tərəfindən öldürülməyini eşidərkən oradan qaçması da əslində düşdüyü vəziyyətdə düzgün davranmağı bacarmasına nümunədir və digər tərəflərdə də biz digər hissələrdə də bunu görə bilərik. C variantında əsərin əsas fikir yükünün daşıyıcısıdır. Bəli, ideyanın cəm olunduğu obraz məhz Nurəddindir. Gülpəriyə münasibəti əsərin sonunda daha da aydınlaşır. Gülpəriyə münasibətində, yəni əsərin sonunda baxmayaraq ki, o bütün pislikləri, yəni Gülpəri artıq ona yaşatmışdı, amma Nurəddin bütün bunlara baxmayaraq əsərin sonunda öz göstərdiyi münasibətlə əlbəttə ki, öz münasibəti, yəni Gülpəriyə olan münasibətini aydınlaşdırır. Yəni ona nə qədər pisliklər etsə də onu bağışlaya bilir. E variantı, Cənnətəli onu dilənməyə göndərmək istəyəndə sərt reaksiya verir. Xeyr, sərt reaksiya vermir. Çarəsizlik hissi ilə gedir. Amma yəni bu onun üçün bir ilk idi. Bu əsasda ümumiyyətlə bu əsərdə testlərdə də olmalıdır. Səhv etmirəmsə həm Nurəddin, həm də Gülpərinin, yəni dilənçi rolunda, dilənçi mövqeyini görmüş oluruq. Yəni bu əsərdə 2 nəfərə bu fikrə aid etmək olar. 13-də deyir, Nurəddin əsərinə əsasən nöqtələrin yerinə hansı variantın yazılacağını müəyyən edin. Görək deyir, İmamverdi babanın dilinin tutulması xəbəri gəlir. Sonra Cənnətəli Nurəddinə təklif etdi ki, ağacdan düşsün. Bax, bu iki hadisə arasına hansı daxil ola bilər? Nurəddin dilənməyə gedir, xeyr. Çünki əvvəlcə Cənnətəli onu ağacdan düşürür, tanış olur, soğan çörək falan yeyirlər. Sonra Nurəddin dilənməyə gedir. Ona görə də 2-3-dən sonra olduğu üçün götürmürük. Nurəddin Əmraslanla Gülpərinin planını eşidib dəhşətə gəlir. Bəli, bax. Deməli İmamverdi babanın dili tutulur. Daha sonra Nurəddin Əmraslanla Gülpərinin planını eşidir. Sonra oradan qaçır, ağaca çıxır. Cənnətəli ağacdan düşməyini təklif edir. Bax, B variantı uyğundur, amma əlbəttə digərlərinə baxaq. Əmraslanla İmamverdi arasında mübahisə olur. Biz bunu Əmraslan İmamverdi arasında mübahisə İmamverdi babanın dilini tutulmasından əvvəldir. Rəhim Nurəddini evlərinə gətirir. 3-dən sonradır. Cənnətəli xəstələnir. Bu da 3-dən sonradır. Çünki Cənnətəli əvvəlcə onu ağacdan düşürür. Yəni orada Cənnətəlini ilk dəfə orada görürük. Yəni hamısı sıralamaya uyğun deyil, amma B variantından başqa. Davam edək 14-cü sualımızın izahı ilə. Əsərlərin müqayisəsində uyğun fikirləri istəyir bizdən. Nurəddin və Bomba əsərlərini müqayisə edək. Nurəddin dairəsində obraz sayı azdır və həcmi kiçikdir. Demək istəyir, yəni hekayədir. Bilirsiniz ki, hekayəyə aid bir xüsusiyyətdir və amma bunun yerləşdirilməsi yanlışdır. Çünki Bomba əsəri də hekayə olduğu üçün bir yanlışdır. 2-yə baxacağıq, novelladır deyir, amma mərkəzə yazıb olmaz. Çünki novella olan məhz Bomba əsəridir. Ona görə də biz bunu mərkəzə yaza bilməzdik. 2 də bu əsasda yanlış olmuş olur. Hadisələr gözlənilməz sonluqla bitir. Bəli, elə gözlənilməz sonluqla bitməsi novellanın xüsusiyyətidir və bu da Bomba əsərində də özünü göstərir. Cavab ona görə də C variantı olmuş olacaq. Sual 15. Türkün nəğməsi şeirinə əsasən uyğun fikirləri seçin. Tam cavab, mövzu və ideya əsaslı təhlil aparacağıq burada. Türklərin müharibə dövründəki əzab əziyyətlərindən və böyük amallarından bəhs olunur. Bəli, mövzuda bu var və doğru hesab olunacaq. Tökülən qanların hədər getməsindən doğan kədər. 2 səhv məqam, kədər və hədər getmə məqamı. Ona görə də 2-də verilən fikir yanlışdır. Sonra baxırıq ideyası üçün. Türklər vətənlərini daim qorumağa qadirdirlər. Bəli, ideya olacaq fikirdir. Vətən uğrunda tökülən qanlar hədər deyil. Bəs bu da əlbəttə ki, doğrudur. O zaman cavab olaraq biz 1, 3 və 4-cü cavabları götürmüş oluruq. Bu da D variantında özünü göstərmiş olur. Sual 16. Klasteri tamamlayan fikirləri seçin. Tənqidi realizm və romantizm dövrü ilə bağlı klasterin birinci xanasında satirik mətbuat formalaşır yazıb. Bəli, bu dövrdə satirik mətbuat Molla Nəsrəddin jurnalı ilə formalaşır və əsas yaradıcısı, yəni satirik mətbuat üçün lazım olan əsərlər sırf Sabir qələmindən gəlirdi. Bir də yazıb, bu dövr tənqidi realizm təkcə ədəbiyyatda, cəmiyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları tənqid edirdi. Bax, bu yanlışdır, çünki təkcə ədəbiyyatda və cəmiyyətdə müşahidə edilən qüsurlar deyil, ümumi inkişafa mane ola biləcək hər bir şey tənqid edilirdi. 2. Qərb maarifçiliyinin tətbiqini realistlər xeyr, qərb maarifçiliyinin tətbiqini hansı ki şərq mənəvi keyfiyyətləri ilə sintez halında birləşdirərək
ədəbiyyata daxil etmək istəyənlər sırf realistlər deyil də romantiklər idi. Ona görə 2 verilən fikir yanlışdır. 1 və 2-ni variantlardan çıxanda cavab olaraq 3 və 4 qalır. Görək niyə? Romantiklərin yaradıcılığında dövrün çağırışları ilə həmahəng ideyalar, bəli, onların yaratdığı ideallar bəs dövrün çağırışları əsasında idi. Onların gələcəkçilik düşüncələri dövrün çağırışları ilə səsləşirdi. 3 bu əsasda doğrudur. Sonra 4 hüyüzatçıların islahatlarında vahid ümumtuş əlifbası yaratmaq, bəli, birbaşa cavab olacaq variantdır. Ona görə 16-da E variantıdır. 17 Euler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin, daha doğrusu üzr istəyirəm. 1 bomba, 2 anamın kitabı. Anamın kitabı bilirsiniz ki, Cəlil Məmmədquluzadənin həm Azərbaycan məqaləsi, həm də anamın kitabı əsəri Azərbaycançılıq idealının var olduğu ən güclü əsərlərdən hesab olunur və bu əsasda düşünürəm ki, növbəti bölməmizdə, yəni Cəlil Məmmədquluzadə test bölməsinin izahında buna daha geniş olaraq münasibət bildirərik inşallah və davam edək o zaman. Birinci bomba dairəsinə deyək. Yazılı 1-2. Gəl görək, epik növdə yazılmışdır. Sonu gözlənilməz sonluqla bitir və bu fikir doğrudurmu? Bəli, əlbəttə ki, epik növdədir. Sonu gözlənilməz sonluqla bitir. Bilirik ki, anamın kitabı trajikomediyadır, dramatik növdədir. Yəni ona görə də birdə verilən fikri biz doğru hesab edəcəyik. Çünki bizdən də elə doğruları istəyir. 2-yə baxacağıq. Həyat hadisələrinin təsvirində tərənnüm və təhkiyə aparıcıdır. Yanlışdır. Burada təhkiyə tərənnümü verə bilmərik. Tərənnüm bilirsiniz ki, nəzm əsərləri üçün xarakterik olan xüsusiyyətdir. Ona görə də buradan 2 olan variantı çıxmaq istədim, amma 2 olan variant onsuz da yox idi. 3. Tənqidi realizm dövründə yazılmış bədii əsərdir. Doğrudur. Tənqidi realizm dövründə həm bomba, həm də anamın kitabı əsərləri hər ikisi məhz bu illərdə yazılmış əsərlərdəndir. Ona görə də 3 verilən fikir doğrudur. 1 ilə 3-ü düzgün hesab eləyəcəyik. 4-də əsər də, yəni mərkəzə yazıb. Əsərdə dövr üçün səciyyəvi olan ziyalıların parçalanması. Yanlış, ziyalıların parçalanmasını mərkəzə vermək olmaz. Bu sırf anamın kitabı trajikomediyası üçün, hansı ki trajikomediya da Cəlil Məmmədquluzadə qələminin məhsuludur. Yəni bu yeni bir janr hesab olunurdu ədəbiyyatımızda və bu dövr üçün xarakterik olan xüsusiyyətlərdəndir həmçinin. Deməli 4 də yanlış yerləşdirilmiş olur. O zaman 4-ü də variantlardan çıxırıq. 5-ə baxırıq. Əsərdə aktyor və rejissorlar üçün nəzərdə tutulan nəsrlə yazılmış hissələr, yəni remarkalar var. Əlbəttə ki, bu fikir doğru hesab olunur və bizdə bir də tənqidi realizm dövründə yazılmış bədii əsərdir. Bu fikirlər doğru idi. 6-ya da baxaq. Yazıldığı ədəbi növün nəzmlə yazılan nümunələri, yazıldığı ədəbi növün nəzmlə yazılan nümunələri də vardır. Fikir öz-özlüyündə doğru fikirdir. Daha doğrusu bu cür. Sadəcə olaraq mərkəzə yazılmalıdır. Çünki həm hekayənin, həm də dram janrının mənzum olan forması var. 1, 3, 5 bizim burada cavabımız olmuş olacaq. dəqiqə. O zaman davam edək biz 18-ci sualımızla. Nurəddin hekayəsinin məzmununa aid olan fikri müəyyən edin. Belə məqamlarda bizi çaşdıracaq xüsusiyyət nədir? Bəzən doğru fikir dediyi üçün biz artıq məzmuna deyil də ümumiyyətlə doğru fikrə köklənirik və bəzən səhv edirik harada biz təhlillə bağlı olan, forma ilə bağlı olan, janr xüsusiyyətləri ilə bağlı olan hansısa düzgün fikri cavab variantı olaraq seçirik. Amma diqqətli olmaq lazımdır ki, bizə sırf məzmunla bağlı olan xüsusiyyət deyir. A variantı Hacı Nəsirin etdiyi yaxşılıq elə öz qabağına çıxır. Bu yanlışdır. Çünki Hacı Nəsirin etdiyi yaxşılıq onun oğlu Nurəddinin qarşısına çıxır. Axı Hacı Nəsir Rəhimin pulu itərkən ona pul verib yenidən də öz işinə qayıtmasını və çətin vəziyyətə düşməməsinin səbəbkarı olmuşdu və bu yaxşılıq onun oğlunun qarşısına çıxmışdı. Cənnətəli qoca daha çox pul qazanmaq üçün xeyr, onların artıq dolanışı ümumiyyətlə, yəni yeməyə heç nələri yox idi və Cənnətəli kişi xəstə olduğu üçün Nurəddini məcburən göndərir. Gülpəri kəndə gedərkən Baharı da aparır, xeyr, Baharı aparmır. D variantı Gülpərinin Nurəddinə münasibəti maddi maraq üzündən dəyişir. Bəli, doğrudur. Hacı Nəsir öləndən sonra məhz Nurəddinin tək varis olduğunu bildiyi üçün ona olan münasibəti dəyişir. Hətta Nurəddin bundan çaşbaş qalır, amma Bahar
Onlar sonradan bunun səbəbini Nurəddinə açmışdı. Əmiraslan quldurluq etdiyi üçün divan tərəfindən tutulub zindana atılır, yox da Əmiraslan sonunda asılırdı. Və bunu da biz Gülpərinin dilindən eşidirdik. 18-də cavab olaraq D variantı davam edəcəyi 19-cu sualımızın izahı ilə. Bomba əsərinə əsasən uyğunluğu müəyyən edin deyir və Kərbəlayı Zalın xarakteri, əməli və nitqi ilə bağlı. Görək xarakterinə uyğun olan variant hansıdır? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim. Bu ümumiyyətlə Kərbəlayı Zala aid olan bir şey deyil. Bunu Usta Feyzullah deyir. Ona görə A variantı qəti şəkildə bizə lazım olan variant deyil. Sonra B variantı qorxaq, səsini çıxaranı necə? Özür istəyirəm. Qorxaq, şəxsi çıxarını düşünən, əlbəttə ki, xarakter olaraq sırf Kərbəlayı Zalın göstəricisidir. Ona görə də 1-ə yazmaq olar B variantı. Sonra əməlinə baxaq. Deməli, şəxsi maraqları üçün vəzifədən getmək istəyir. Bu yanlışdır, qəti şəkildə yanlışdır. Ona görə C-yə də baxmırıq, C-yə işləmirik üzərində. D. Usta Feyzullanı günahlandırır. Bəli, bu onun əməlidir. Yəni, orada bunu sırf hansı ki qarpız olan çuvallarda bomba olmasını israr edir və uyğun olaraq bunu biz əmələ yaza bilərik. Nitqinə baxacaq. Barin, vot bomba deyir. Əlbəttə burada istifadə olunan rus sözləri də sırf həmin dövrdə təəssüf ki, Kərbəlayı Zal kimi insanların ümumi xarakteristikasını göstərmək üçün istifadə olunmuş ifadələrdir. Deməli, 3-ə də yazanda E variantı, 1-ə B, 2D, 3E uyğun olaraq D variantıdır. Davam edəcəyik biz 20-ci sualla. Hansı ehtimal baş versəydi Əbdürrəhim bəy Haqverdiyevin bomba hekayəsi novella hesab edilməzdi deyir. Bilirsiniz ki, əsər gözlənilməz sonluqla bitirsə, məhz bu novelladır. Bir də Kərbəlayı Zal qulluqda qalsaydı, xeyr, yəni bunun əlaqəsi yox idi. Bizdə var olan hadisənin əksini götürməliyik. Çuvallardan həqiqətən də bomba çıxsaydı, əsər novella sayılmazdı. Pristav Kərbəlayı Zalı danlamasaydı, Usta Feyzullanın evində bomba tapılsaydı, bəli, həqiqətən də, yəni Kərbəlayı Zalın ehtimalı düşündüyü düz çıxsaydı, artıq burada bu xüsusiyyət gözlənilməz sonluqla bitməsi novellanın xüsusiyyəti olmayacaqdı və C variantı da cavabdır. Usta Feyzullah bombaları gizləməsəydi, xeyr, Usta Feyzullahın ümumiyyətlə heç bombası yox idi, nəinki gizləsin. Kərbəlayı Zal özü evi araşdırsaydı, bu da yanlışdır. Cavab olaraq D variantı. Davam edirik 21-ci suala. Köç hekayəsinin təhlilinə aid olan fikir seçirsiniz. Bəli, Abdullah Şaiqin Köç hekayəsi də məhz bu dövr ədəbiyyatının əsas əsərlərindən biridir. Hansı ki, bilirsiniz ki, məktəb proqramında 6-cı sinifdə tədris olunan əsərlərdəndir eyni zamanda. Baxaq görək burada doğru fikir hansıdır? Çünki bizdən aid olan, təhlilinə aid olan fikri seçməyimizi istəyir. Kərim baba atasının kəndə hücum edən pələngi öldürməsindən danışır. Bu yanlışdır, çünki kəndə hücum edən pələngi öldürən Kərim babanın özüdür. Ümumiyyətlə əsərdə Kərim baba pələngi, onun atası isə maralı öldürməsindən, ovlamasından deyək, bundan danışılır. Sonra B. Ayrım qızını təsvir edərkən müəllif Kərim babadan fərqli olaraq onun bədii portretini əks etdirir. Həm Ayrım qızının, həm də Kərim babanın bədii portreti əsərdə özünü göstərməkdədir. Müəllif hekayəni öz xatirələri əsasına yazmışdır. Həyat hadisələrini göstərmə üsulundan istifadə. Göstərmə üsulu yoxdur. Burada təhkiyə var, epik növə aid olan bir əsərdə hekayədir. D variantı Kərim baba Ayrım qızının naxırı tək başına getirməyinə etiraz etmir. Əksinə deyir ki, belə kişinin elə də arvadı olar, özü sındırmır. Kərim babanın söhbətləri şəhərli olan insanlara təbiətə baxışında dönüş yaradır. Bəli, bu isə doğru fikir olmuş olur. 21-də cavab E variantı. Davam edirik 22-ci sualla. Bomba hekayəsinə əsasən doğru fikri müəyyənləşdirməyi istəyir bizdən. Deməli, arvadı Kərbəlayı Zalı ədalətsiz iş görməkdə günahlandırır. Yəni, burada günahlandırır deyə bilmirik. Çünki onun arvadı sadəcə olaraq Kərbəlayı Zalı dinləyir. O əvvəlcə sadəcə deyir ki, yəni biz artıq daha rahat yaşayaq. Yəni, bəsdir bu qədər çətinlik sən çəkirsən, bir dükan aç, daha rahat qazanarsan filan. Bu cür məsləhətlər verir, onu günahlandırmır. Yəni, yanlış
yanlış fikirdir. B variantı qulluqda xalq millət üçün qalmaq istəyən yanlışdır. Şəxsi mənafe üçün qulluqda qalmaq istəyir. Daha sonra bəs belə zilimizlə deyək, pensiya alıb daha rahat dolanmaq istəyir. C variantı təbiətindəki nökərlik və nökərliyini sübut etməyin, təbiətindəki nökərlik də nökərliyini sübut etməyə kömək olmur. Bəli, bax bu doğru fikirdir. Çünki axmaqlığı ucbatından və tələskənliyi ucbatından nəticədə öz işindən də olmuş olur. 22-də C variantı doğrudur. Davam edib təbii ki, biz baxacağıq D variantına. Usta Feyzullah ilə Kərbəlayı Zalın ədavəti əvvəlcədən var idi. Xeyr, biz hekayədə belə bir məqamı görmürük. E variantı bomba axtarmağa gedəndə otaqdaşların heç biri çuvalı açmağa cürət etmir. Xeyr, otaqda olanlardan deməli, Usta Feyzullah da var idi və o çuvalları əlbəttə ki açırdı. Ona görə də heç biri deyil də desəydi ki, bomba axtarmağa gedənlərin heç biri, bax onda doğru fikir hesab olunardı. Davam edək. 23-cü sualımızda Türkün nəğməsi şeirinə əsasən doğru fikirləri müəyyən edin. Əsərdə çəkilən əziyyətləri bihudə verməmək tövsiyə olunur. Ümumiyyətlə bu tövsiyə olunur deyə çəkilən əziyyətləri bihudə verməmək tövsiyə olunmur. Sadəcə olaraq o bu qədər çəkilən zəhmətlərin hədər getməyəcəyinə inanır. Ona görə də birdə verilən fikri bir mənalı qarşılaya bilmirik. Yəni daha zəif bənd olaraq qalır. 2. Lirik qəhrəmanda qələbədən doğan qürur hissi, itkilərdən doğan kədər hissi hakimdir. Bu da yanlışdır. Çünki kədər hissi ümumiyyətlə burada verilmir. Yəni kədərlənmək kimi deyil. Əslində nikbin baxış burada özünü göstərməkdədir. Əsərdə şəhidlərin qanının son dərəcə qiymətli olan, bəli, qiymətli olan Xuni Şəhidan. Sonra lirik qəhrəman qorxmaz, şücaətli olduqlarını ifadə edir. Doğrudur. Türklərin bütün millətlərdən üstün yaşamaq istəyi, bəli, üstün yaşamaq istərkən cümlə milləldən deyir burada. Ona görə də bizim 23-dəki cavab variantımız B-dir. Davam edirik 24. Nurəddin əsərinə əsasən uyğunluğu müəyyən edin. İmamverdi Gülpəri Bahar Rəhim Hacı Nəsir 5 obrazı verilib və 5 də verilənimiz var. Biz ümumiləşdirməliyik. Səhv hərəkət etsə də mərhəmətlə qarşılanır. Biz bunu əlbəttə ki Gülpərinin simasında görürük. Sonra Nurəddinə həmişə sədaqətli olan obraz Bahar idi. Deməli burada B-yə Bahara B variantını yazmaq uyğundur. Sonra pulları oğurlanan Rəhimdir. Sonra Hacı Nəsir onun o qarşılığında ona yardım əlini uzatmışdı. Deməli C variantı Rəhimə yazmaq uyğundur. Etdiyi yaxşılıq oğlunun qarşısına çıxır. Bunu bayaq biz qeyd elədik. Hacı Nəsirdə görünür. Sonra övladı ona qarşı laqeyd olur. Bunu da aid eləmək olar. İmamverdiyə hansı ki Gülpərinin ona qarşı laqeydçiliyi özünü göstərirdi. Deməli 1E, 2A, 3B, 4C, 5 isə D olmuş olur. Uyğun cavab variantı C'dir. Sonra 25 hansı haqqında fikir verilməyib? Müxtəlif ölkələrdə nəşr olunur. Əlbəttə ki, nəşr olunub. Gürcüstanda, İranda və Azərbaycanda müəyyən fasilərlə 25 il davam edən nəşr müddəti var idi. Molla Nəsrəddin jurnalından söhbət gedir. Sonra yaradıcılıqlarında gələcək arzusu əsas yer tutur. Romantiklərdən söhbət gedir. Böyük sözü dinləməməyin acı nəticəsini yaşayır. Deməli, böyük sözü dinləməməyin acı nəticəsini burada biz görürük kimdən? Gülpəridən. Çünki böyük sözünü gözləməyən burada Gülpəri idi, atasının sözünü dinləmir, Əmraslanla ailə qurur. Sonra burada şəxsi seçimləri ümuma faydalı olmaqdan irəli gəlmir. Kərbəlayı Zaldır, çünki şəxsi mənafeyini düşünür, ümum üçün çalışmır. Amma Rəhim obrazı ilə bağlı biz bir verilən görmədik. Ona görə cavabımız E variantıdır burada. Davam edəcəyik 26-cı sualımızla. Nurəddin hekayəsinin məzmununa aid olan fikri bizdən seçməyi istəyir. Əmraslanın simasında nəticə verməyən təhsilin zərərləri. Xeyr, o təhsildən qaçırdı. Yəni ümumiyyətlə təhsil almadı. Ona görə də əslində Əmraslanın simasında düzgün verilməyən tərbiyənin nəticəsi özünü göstərmişdir. Bu cümlənin daha doğru variantı məhz belə olardı. Sonra pislik edənlərin daima bağışlanma ilə qarşılaşacaqları Nurəddinin simasında. Bu da yanlışdır. Pislik edənlər Nurəddinin simasında verilən burada yəni yaxşılıq, edilən yaxşılığın bir gün insanın qarşısına çıxacağı, pisliyi
bağışlaya biləcək insanların olması, amma biz Nurəddinin sırf yəni nə düşərsən aşağı çıxar qaşığına, hətta atalar sözü yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Yəni, bu fikir daha uyğundur. Ona görə də bunu götürmək, B variantında verilən kimi qarışıq fikirlə götürmək olmaz və pis edənlərin daima bağışlanma ilə qarşılanacaqlar. Xeyr, yəni belə bir ümumiləşdirmə aparmaq yanlış olardı. Çünki biz bu əsərə istinadən danışırıq, amma burada verilən fikir artıq sanki ümumiləşdirilmiş xarakter daşıyır. C variantında Nurəddinin sərvətini Gülpəri şəxsi olaraq mənimsəyir, sərvəti dağıdır. Xeyr, şəxsi olaraq yox, əslində sərvətin tam olaraq dağıdılması Əmiraslanın Gülpəri ilə evlənəndən sonra etdiyi hərəkət və əməl idi. D variantı əsərdə xeyir və şərin mübarizəsi fonunda Əmiraslan obrazının qələbəsi tamamilə yanlış bir variantdır. Yaxşılığın bir gün insana cavab tapacağı Nurəddinin simasında. Bəli, baxın, bu cavab variantı doğru cavab variantıdır. 26 cavab E. Davam edirik 27 ilə. Kərbəlayı Zal obrazının xarakterik xüsusiyyətləri ilə bağlı düzgün cavab seçməyimizi istəyir. Deməli, Kərbəlayı Zalda biz hiləgərlik görmürük. Ona görə də, yəni hiləgərlik, biz belə deyim də, ümumiyyətlə testləri işləyərkən, məsələn, hansısa bir mənfi obraz varsa, biz o mənfi obraza bütün mənfilikləri aid eləmirik. Yəni, sırf əsərdə şahidi olduğumuz xarakterik xüsusiyyətlər nədirsə, o əsasda yanaşmalıyıq. Bəli, hiləgərlik mənfi bir xüsusiyyətdir, amma biz əsərdə Kərbəlayı Zalda bu xüsusiyyəti görmürük. Ona görə də bunu götürmək doğru olmaz. Acgözlük, əlbəttə ki, bu Kərbəlayı Zala uyğundur, çünki işdən getmək istəmir, daha çox qazanmaq, sonra pensiya almaq istəyir və daha yaxşı dolanarıq deyir bundan. Ona görə də acgözlük əlbəttə ki, onun öz danışığı əsasında götürülə biləcək xüsusiyyəti. Şöhrətpərəstdir, bayaq qeyd elədiyi doğrudur. Bacarıqsızdır, yəni görə bildiyi, öz aləmində gördüyü işi əlini özünə bulaşdırır və nəticədə işindən olur. Mərdlik isə tamamilə əks, ona aid deyil. Cavab olaraq C variantı çıxdı. 28. Nurəddin hekayəsinin ideyasının kimin simasında əyaniləşdirir? Əlbəttə ki, əyaniləşdirildiyi hansı obrazın dilindən. Yəni, Nurəddin obrazının ideyası bizdə verilir Nurəddin obrazı əsasında. Amma Nurəddin obrazının, yəni sırf bu xüsusiyyətin kimin dilindən verildiyini deyiləndə isə biz Rəhimin dilindən məhz bu xüsusiyyəti görmüş oluruq. Deməli, niyə desəniz, burada əsərin sonunda sırf Rəhimin hansı ki Nurəddin Gülpərini gətirdi və Rəhim burada deyir ki, mən artıq rahat ölə bilərəm, çünki sənə verdiyim tərbiyənin doğruluğuna əmin oldum və sən yamanlığa yaxşılıq etdin. O baxımdan biz Rəhimin dilindən verilmişdir deyə bilirik. Cavab burada A variantı. Davam edirik 29-la. Türkün nəğməsi şeirinə əsasən nöqtələrin yerinə yazılmalı olan fikirləri ardıcıl olaraq müəyyənləşdirin. Baxın, bu bir imtahan sualı ola biləcək potensialdadır. Çünki bilirsiniz ki, MİQ çərçivə sənədində verilən mövzular biz düşünürük ki, deyək 15 ədəbiyyat sualı varsa, 15 ədəbiyyat sualında əslində demək olar ki, o MİQ çərçivə sənədinə daxil olan bütün əsərləri birləşdirərək sintez halında suallar ortaya çıxarırlar. İndi biz burada Türkün nəğməsi şeiri ilə bağlı olan sualı çözmək üçün Cuşqıl, Bahariyə, Badi Səba mənim dərdi dilimi əsərlərindən məlumatlı olmalıyıq əlbəttə ki. Əsəri ilə eyni bəhrdə yazılıb. Əlbəttə ki, Bahariyə poema janrında idi və Həcəc bəhrində yazılmışdı. Ona görə də ardıcıl olaraq yerləşdirmək lazımdır. Birinci, ikini. Daha sonra əsərində olduğu kimi bədii suallar işlənib. Burada isə biz deməli Badi Səba mənim dərdi dilimi qoşmasını Zakirdən düzgün hesab edirik. Çünki orada Badi Səba mənim dərdi dilimi olbuti zibaya dedin, nə dedi formasında işlənmiş bədii suallarla eyniləşdirə bilərik. Ona görə də 3 yazacağı ardıcı olaraq əsəri ilə eyni vəzində yazılıb, amma biz burada əruz vəzni, heca vəzni və sərbəst vəzindən danışmış oluruq. Seyid Əzim Şirvanidən Cuşqıl müxəmməsinin məhz əruz vəznində olduğunu da bilirik. Ona görə də cavab olaraq 1 yazırıq. 3-cü bəndə uyğunluq 2-3-1-dir. Bu da bizdə B variantında özünü göstərməkdədir. Davam edək 30-cu sualla. Türkün nəğməsi şeirinə
aiddir. Lirik qəhrəmanda müharibədən doğan kədər, yenə də kədər yanlışdır. Lirik qəhrəman müharibəyə geridə qoyduqlarını qorumaq üçün gedib. Xeyr, yanlışdır. Geridə qoyduqlarını qorumaq üçün müharibəyə gedib. Yəni bu ümumiyyətlə yanlış bir variant, yanaşmadır. Lirik qəhrəmanın burada 4 ildə verilmiş bu qədər can hədər olmaz ümumi bir yanaşması var. Türklərin bütün millətlərdən üstün yaşamaq istəyi var. Yəni nə olur olsun ölümdən belə qorxmadan mübarizə əzmində olduqlarını yazır. Şəhid qanununun müqəddəs olduğunu yazır. Onca bir variantı zəif bənd olaraq qalmaqdadır və düzgün hesab edilmir təbii ki. C-də millətlərdən birinin istəyi Millətlərdən birinin istəyi deyərkən burada türk millətini nəzərdə tutur. Yüksək yaşamaq istər ikən cümlələrdən bunu demək istəyir. Şeirdə 2-ci Dünya müharibəsinə işarə var. Xeyr, 1-ci Dünya müharibəsinə işarə var. Cahanın yenidən qurulacağı fikri, bu da yanlışdır. Belə bir fikir orada əks olunmayıb. Buna görə cavab olaraq C variantı uyğundur. Davam edəcəyik 31-ci sualımızda. Bomba hekayəsinin məzmununa əsasən cədvəldən doğru fikirləri seçin. Bu cədvəlimizdə isə səbəb və nəticə əlaqələrinin düzgün tənzimlənməsinə baxmalıyıq. Çünki doğru fikir deyir. Kərbəlayı Zalın arvadı ona qulluqdan çıxmağı söyləyir və deməli, nəticədə Kərbəlayı Zalın ovqatı təlx olur. Bu yanlışdır. Doğru fikir deyil. Kərbəlayı Zalın ovqatı pristav onu çağırıb danladıqdan sonra təlx olur. Belə deyək, Kərbəlayı Zal qulluqda qalmaqda israr etdiyi üçün pristav ona özünü təsdiq etmək üçün iş verir. Yox, belə bir məqam deyir. O qulluqda qalmağı israr etmir. Onsuz da çağırır və onu danlayır və özü pristav hədələyir ki, yəni bu gedişlə mən səni işdən çıxaracağam və pristavın burada birbaşa birinci olaraq, yəni pristav özünü təsdiqləmək üçün bir iş görməsini istəyir. Bu səbəbdən Kərbəlayı Zal qulluqda qalmaq üçün əsərin sonunda gördüyümüz işi dırnaqarası təşkil edir deyək. B ona görə yanlışdır. Usta Feyzullah ilə Qaradavoyun ədavəti olur. Evində gecə yarısı axtarış edirlər. Yanlışdır tamamilə. Belə bir məqamı biz əsərdə görmürük. Qaradavoy və Usta Feyzullah arasında və yaxud Kərbəlayı Zal arasında yəni bir problem özünü göstərmir. Ona görə davam edək görək D variantı və E variantına nə deyir? Usta Feyzullahın evindəki axtarış nəticəsiz qaldığı üçün Kərbəlayı Zal qulluqdan azad edilir. Görürsünüzmü? Necə səbəb yəni məzmunlu, səbəb zərfliyi əsasında cümləni birləşdirib sadə cümlə yaradırıq və həqiqətən də necə uyğunluq özünü göstərir. Ona görə də həqiqətən bu səbəbdən Kərbəlayı Zal qulluqdan azad edilir. Doğrudur. Əsərin sonu gözlənilməz olduğu üçün əsər novella hesab olunur. Bax, bizə nə deyir? Məzmun deyir. Məzmun deyir. E variantında verilən fikir doğrudur, amma məzmunla əlaqəsi yoxdur. Bədii forma ilə əlaqədardır. Ona görə E variantı yanlışdır. Cavab D. Davam edək 32. Klasteri tamamlayan fikirləri seçin. 4 ildə verilmiş bu qədər can hədər olmaz. Məfkurə yolunda tökülən qan hədər olmaz. Qiymətli olan xoni şəhidan hədər olmaz. Dul qalmış olan nüvhey nisvan hədər olmaz. Nümunənin təhlili lirik şeirdir. Doğru fikri verib. Doğru fikri veribsə tamamlayan istəyir. Üstəgəl doğru fikirləri biz tapmalıyıq. Hədər olmaz nümunənin rədifidir. Xeyr, biz təbii ki yəni şeiri bilmədən burada baxsaq, can, qan, şəhidan, nisvan qafiyələnən sözlərdən sonra təkrar olunan sözlər görürük. Bu təkrir sayılır. Burada bədii ifadə vasitəsidir. Əgər ki, hədər olmaz, həqiqətən də rədif olmuş olsaydı, digər bəndlərdə də qafiyələnən sözlərdən sonra təkrar olunmalıydı. Deməli ki, birdə verilən fikir yanlışdır. Sadəcə bizi burada yanlış istiqamətləndiriblər. Rədifə oxşadıb, yanlış istiqamətləndirirlər. Diqqətli olmaq lazımdır. Tarixi hadisəyə işarə var. Bəli, tarixi hadisə deyərkən 1-ci Dünya müharibəsindən söhbət gedir. Ona görə də ikini yazmaq olar. Verilən parça mürəbbə janrının ilk bəndi kimi qalır. Bilirsiniz ki, mürəbbə janrı yazı ədəbiyyat nümunəsidir və A formasında ilk bəndi qafiyələnməkdədir və burada da biz bunu görürük. Ona görə 3-də verilən fikir də doğru olmuş olur. İnversiyadan istifadə olunub. Burada inversiya yoxdur. Diqqətli olsun. Bilirsiniz ki, inversiya söz sırasının pozulmasıdır. Burada isə biz onu görmürük. Lirik qəhrəman məqsəd yolunda tökülən qanların hədər gedəcəyindən. Bu da yanlışdır. Cavab olaraq
uyğun D variantıdır. Davam edək 33-cü sualla. Köç əsərinin təhlilinə aid olmayan fikri müəyyənləşdirmək istəyir. Kərim babaya atasından tüfəng xatirə qalmışdır. Bəli, hətta həyat yoldaşına deyir ki, yaxşı atadan oğula məhz tüfəng, bir də at deyir, səhv eləmirəmsə. Səhv edə bilərəm, əgər burada bir səhvim varsa düzəldərsiniz şərh bölməsində. Amma bu doğrudur. Kərim babaya atasından tüfəng xatirə qalmışdı. Bizdən isə aid olmayan fikir istəyir. Pələng mərd qəhrəman heyvan kimi təsvir olunur. Bəli, bu doğrudur. Sonra həm Kərim babanın, həm də atasının pələng ovlamasından yanlışdır. Bayaq dedik, pələng ovu Kərim babaya aiddir, amma atası isə maral ovlayırdı. Sonra yanlışdırsa, bəli, o zaman niyə də cavab edəcək variantı götürmədik ki? C cavabdır. Aid olduğu janrın nəzmlə yazılan forması mövcuddur. Bəli, mənzum hekayələr var. Təhkiyə üzərində qurulan hadisələrdə fikirlər söylələrkən monoloqdan da istifadə olub. Doğrudur, Kərim babanın burada fərdi olaraq tək nitqləri əlbəttə ki, özünü göstərməkdədir. Ona görə düzgün variantdır. Cavab olaraq C variantı. Biz davam edək 34-cü sualımızdan. Hansı fikirlər tənqidi realizm və romantizm dövründə baş verən hadisələrə aiddir? Satirik poeziyanın təşəkkül tapması yanlışdır. Bu, daha əvvəl Bababəy Şakir və Qasım bəy Zakir tərəfində artıq təşəkkül tapmışdı. Sadəcə özünün, belə deyək, artıq Sabir dövründə özünün ən yüksək mərhələsinə qədəm qoydu. Yəni bunu bu cür demək daha doğru olar. Mənzum dramaturgiyanın yaranması yanlışdır. Çünki mənzum dramaturgiya 1889-cu ildə Cəlil Məmmədquluzadənin Çay dəstgahı əsəri ilə yaranmışdı və bu isə aiddir 19-cu əsrin, yəni 89-cu ilə. Biz isə yəni tənqidi realizm və romantizm danışarkən 19-cu əsrin sonları, bayaq qeyd elədik, 90-cı illəri və 20-ci əsrin əvvəllərini nəzərdə tuturduq. Ona görə də 1-lə 2-ni variantlardan çıxmaq lazımdır. Cavab C qalır, amma təbii baxmaq lazımdır. 3. Novellanın müstəqil janr kimi formalaşması. Novella müstəqil janr kimi formalaşmır, sadəcə olaraq yeni bir janr kimi ortaya çıxır. Formalaşmır, ona görə də biz 3-ü doğru hesab edə bilmərik, çünki məhz bu yanaşma əsasında yanlış hesab edirik. Əl-Vahi İntibah poemasının yazılması bayaq qeyd elədik, doğrudur. Dövr üçün çox mühüm ədəbi hadisə idi. Hansı ki, romantizm ədəbi cərəyanı nümayəndəsi Məhəmməd Hadi tərəfindən yazılmışdı. Milli mətbuatın əsasının qoyulması, bu da yanlışdır. Milli mətbuat 2-ci qəzeti 1875-ci il. Cavab olaraq variant C variantı. Davam edək. Füyuzat jurnalına aid olmayan fikri seçməyimizi istəyir. Bakıda nəşrə başlayır, bir il fəaliyyətdə olur, doğrudur. 1906-1907-ci illər arası və ədəbi məktəb yaradır. Yenə də diqqətinizə çatdırıram. Romantiklərin ədəbi cəbhəxanası hesab olunur. Bəli, əlbəttə ki, romantiklərin cəm olduğu ünvan idi Füyuzat jurnalı. Ətrafında müxtəlif şəxslər birləşmişdilər. Təbii ki, doğrudur. Bayaq qeyd etdik kimliklərini müəyyən qədər. Ədəbi məktəb yarada bilmir. Niyə də bilməsin? Ədəbi məktəb yaradan jurnal olmuşdur. Realizmi təbliğ etmirdi. Bəli, çünki romantizmi təbliğ edirdi. Cavab D. 36. Bomba əsərinin təhlilinə aid olan fikirləri müəyyən etməyimizi istəyir. Baxaq, əsərdə hadisələr 19-cu əsrin əvvəllərində baş verir deyir. Burada əsərdə konkret olaraq hadisələrin 19-cu əsrin əvvəllərində baş verməsi bu gedir 1800-cü illərin əvvəllərinə. Xeyr. Bu konkret olaraq göstərsək, əsərdə belə bir məqam varmı? Zaman olaraq toxunulurmu? Xeyr. Ona görə də bu bəndi mənim əsaslandırmam budur. Bu cür yanlış hesab edirəm. Əlbəttə ki, sizin alternativiniz varsa mən eşitmək istəyərəm. Konkret olaraq göstərici yazacaqsınızsa təbii şərh bölməsinə yaza bilərsiniz. Mən bu əsasda, yəni bomba əsərini oxuyarkən hansısa bir zamana toxunmasını biz görmürük. Sonra həm də həmçinin əsərin təhlilində də xatırlamıram belə bir şey oxuyum ki, əsərdəki hadisələr məsələn hansı illərdə cərəyan etmişdir deyə. Və mən düşünürəm ki, əgər əsər 19-cu əsrin sonları və 20-ci əsrin əvvəlləri üçün xarakterik xüsusiyyətdədirsə, elə bu illərin yəni hadisələrinin əsas götürüldüyü bir məqama toxunmaq istəyirəm ki, bu əsasda 19-cu əsrin əvvəllərinə getmək olmaz. Belə, davam etsək, B ilə əsər Rus müstəmləkəçilik zülmünü təbliğ edir. Ümumiyyətlə, xeyr, əsər Rus müstəmləkəçilik zülmünü
təbliğ edir, yəni qəti şəkildə təbliğ etmək, əksinə, yəni tənqid edir yazmaq lazımdır ki, biz burada sadəcə rusların belə deyək, əsarəti altında öz şəxsi mənafeyini inkişaf etdirməyə çalışan Kərbəlayı Zalların tənqidini görmüş oluruq. Çünki bu cür insanlar, yəni sapı özümüzdən olan baltalar həmin dövrdə az değildi. C variantı ölkədəki məmurların özbaşınalıqlarına görə vəzifədən çıxarılması xeyr, yanlış təsvir olunub, yanlış izah, yanlış fikirdir bu. Şöhrətpərəstlik, laqeydlik, mənəm-mənəmlik, kəndlinin əzilməsi kimi mənfi xüsusiyyətlər tənqid edilib. Xeyr, bayaq dedim, Kərbəlayı Zal obrazı əsasında gedən ümumiləşdirmədir burada əsas. Cılız düşüncə sahiblərinin gözlənilən məğlubiyyəti ön plana çəkilib. Bəli, bu doğrudur. Cılız düşüncə sahiblərinin ümumiləşdirilmiş obrazı da orada məhz Kərbəlayı Zal idi. 37. Nurəddin əsərinin təhlilinə aid olan fikri bizdən istəyir, yenə də doğru fikri istəyir. Hekayənin mərkəzində duran obrazın simasında elmsizlik, xeyri yanlışdır. Hekayənin yəni əksinə orada Nurəddin təhsil alır və elmsizlik bədii həlli verilən problem deyil. Xeyr. Əmrə Aslan Nadinc böyüməsində günahı elə öz valideynlərində görürdü. Belə bir məqamı biz görmürük, yəni Əmrə Aslanın yanaşmasında görmürük. Ona görə də düzgün hesab eləmirik. Bəli, o yanlış tərbiyə almışdı mı? Almışdı. Ərköyünlüyü ucbatından, ərköyün bölünməsi ucbatından, sonradan məhz canından da olacaq qədər yanlışlara əl atan bir obrazdır. Rəhim Nurəddinə xəsarət verəndə boynundakı kitabdan kim olduğunu, bu yanlışdır. Çünki o Nurəddini evə aparandan sonra Rəhimə məhz boyundakı kitabı gətirir. Yəni Rəhimə xəsarət verərkən, yəni hadisə yerində bunu öyrənmir. Ona görə də 37 C variantı yanlışdır. Əsərdə bir qism şəxslər Gülpərinin yanlış məlumatı nəticəsində Nurəddini ölü bilir. Bax, bəli, bu doğrudur. Çünki Gülpəri, demək, bir qism şəxslər Gülpərinin yanlış məlumatı nəticəsində, yəni bu bir qism şəxslər deyərkən biz Baharı əsas götürə bilərik. Çünki Bahar həqiqətən də elə bilmişdi. Ona görə də 37 D variantı doğru cavab olacaq. Əmrə Aslan İmamverdi kişini öldürmək, Gülpəri ilə ailə qurmaq istəyirdi. Bu yanlışdır. İmamverdi kişini öldürməyə çalışmırdı. Onsuz da Gülpəri atasını dinləmədən Əmrə Aslanla ailə qurmuşdu. Cavab D variantı. Davam edək 38-ci sualla. Türkü nəğməsi əsərinin məzmununa aid olan fikirləri müəyyən edin. Nə istəyir bizdən? Məzmun. Ona görə də diqqətli olmaq lazımdır. Təhlil ilə bağlı, bədii forma ilə bağlı məqamlardan ehtiyatlı olmaq lazımdır. Lirik növdə yazılan bu əsər Həzəc bəhrindədir. İncə dediyim kimi biz burada düzgün cavabı düzgün götürmürük. Çünki bizə məzmunla bağlı düzgünlər lazımdır. Bu isə bədii forma ilə bağlı düzgündür. Ona görə bir variantdan çıxırıq. 2. Lirik qəhrəmanın mövcud vəziyyətə münasibəti aydındır. Doğrudur. Bəli, ona görə də 2-də yazılan fikri doğru hesab edəcəyi. 3. Zəfər qazandıqlarını ifadə edən lirik qəhrəman qorxusuz olduqlarını da çatdırır. Bəli, doğrudur. Çünki orada Türk millətinin qorxusuz olması ilə bağlı bir misra var idi. Xatırlamaq istədim, xatırlaya bilmədim, amma düşünürəm ki, bunu burada siz də elə xatırladınız. Ona görə də 3-də verilən fikir doğru hesab olunacaq. 4. Müharibənin əvvəlində yazılan əsər müharibəyə təşviq mahiyyəti güdür. Qətiyyən yanlış fikirdir. Müharibəyə təşviq etmək güdmür. Bu əsər artıq müharibə olub bitmişdir. Çünki müharibənin əvvəlində yazılmışdısa 4 ildə verilmiş bu qədər can deməzdi. Çünki müharibə bitib ki, onun zamanını orada konkret olaraq göstərib. 4 də bu əsasda yanlışdır. 5. Türklərin müslih əməldən geri dönməyəcəklərinə əminlik. Bəli, türklər geriyə durmayacaq müslih əməldən tipli belə bir misra xatırlayıram. Ona görə də cavab olaraq 2, 3 və 5 D variantı uyğundur. Davam edək 39. Nurəddin hekayəsi ilə bağlı səhv olan variantı müəyyən edin. Hacı Nəsirin ölümündən sonra A variantında deyir. Gülpərinin Nurəddinə qayğı göstərməsi onun xoş niyyətindən xəbər verir. Əlbəttə ki, yanlışdır. Xoş niyyət yox idi. Orada maddiyyat məsələsi var idi. Əmir Aslanın simasında yanlış tərbiyənin acı nəticəsi əks olunub.
Bəli, yəni belə deyək, bizdən səhv olanı istəyirdi. O A variantını əvvəlcə düz bizə səhv variant hesab edək. Əmraslan simasında yanlış tərbiyənin acı nəticəsi doğru fikirdir, amma yanlış hesab olunur. Nurəddinin Əmraslanla Gülpərinin gizli söhbətini dinlədiyi epizodu əsərin kulminasiya nöqtəsi. Bəli, doğrudur. Əsər artıq orada ən yüksək həddə çatır. Hadisələrin pik həddidir. Əsərdəki hadisələr baş qəhrəmanın taleyi ilə bağlıdır. Doğrudur. Əsərə görə edilən yaxşılıq da, pislik də bir gün öz sahibinə geri qayıdacaq. Doğrudur. Cavab olaraq A variantı 39-da. 40-cı sualımız Türkün nəğməsi əsəri ilə edilmiş müqayisələrdən doğru olanı müəyyən edəcəyik. A variantı əkinçi əsəri ilə konkret bir janrda yazılmayıb, həzəc bəhrindədir, əsasında tərənnüm dayanan əsərdir. Deməli, həzəc bəhrindədir, əsəri kimi konkret bir janrda yazılmayıb, əsasında tərənnüm dayanan əsərdir deyir. Burada bu müqayisəni yanlış hesab eləməyə əsas olur ki, deməli eyni janrda yazılmayıb deyir. Əkinci əsəri ilə konkret bir janrda yazılmayıb. Əkinci əsəri kimi konkret bir janrda yazılmayıb, həzəc bəhrindədir. Niyə ki? Yəni əkinci əsəri də həzəc bəhrindədir. Biraz qaranlıq qaldı oxuyarkən mənə. Elə bilindir ki, əkinci əsəri kimi konkret. Xeyr, yəni əkinci əsərinin də konkret bir janrı var. O da həzəc bəhrindədir, bu da həzəc bəhrindədir. Buna görə də yanlışdır. B variantında ananın öyüdü əsəri kimi müharibənin başlanğıcında müharibəyə təşviq üçün yazılıb deyir. Qətiyyən yanlış fikirdir. Çünki indicə dedim müharibənin başlanğıcında yazılmayıb. Şəhidlər poeması kimi əsərdə daha çox itkilərdən doğan kədər qətiyyən yanlışdır. Bir neçə dəfə toxunduq bu izahda bu məsələyə. İstiqlal marşı əsəri kimi lirik qəhrəman azadlığın millətinin əbədi haqqı olduğunu müdafiə edir. Burada xeyr. Burada yəni azadlığın millətin əbədi haqqı olduğu məqamı görmür. Bu elə sırf İstiqlal marşına aid olan xüsusiyyətdir. Burada bayaq qiymətli olan şəhid qanının çəkilən əziyyətlərin hədər getməməyi və daha əvvəl dediyim bütün xüsusiyyətlər özünü göstərməkdədir. Bu kimi müqayisə və ümumiləşdirmə olmaz. E variantında bir ay yarım misralı qoşma kimi müəllifin real hadisəyə qarşı münasibəti əks olunur. Bilirsiniz ki, Aşıq Ələsgərin Dağlar rədifli 2 qoşması var və biri Niçbin, birində isə biraz bədbin ovqat özünü göstərməkdədir. Hansı ki, bir ay yarım növbahardan keçəndə misrası ilə bağlı. Real hadisəyə qarşı münasibət. Real hadisə nə idi? Elin oradan köçməsi, dağların yetim kimsəsiz qalması, yəni ermənilərin törətdiyi hadisələrdən doğan, hansı ki 1918-ci illərin soyqırma hadisələrindən sonra Aşıq Ələsgərin qələmə aldığı bu dağlar qoşması real hadisəyə münasibət kimi əlbəttə qiymətlidir və üstəgəl Türk nəğməsi əsərində də biz real hadisə məsələsini görmüş oluruq. Ona görə E variantındakı müqayisəni doğru hesab eləmək təbii ki doğrudur. 41-ci sualla davam edək. Nurəddin əsərinə əsasən uyğunluğu müəyyən edin. Bu dəfə Əmraslan obrazı ilə bağlı xarakterini, əməlini, nitqini burada biz nə edirik? Təhlil edirik. Deməli, baxaq. Sən Nurəddini göndər quyuya su töksün. Bax, bu bizi çaşdıracaq bir məqamdır. Sən Nurəddini göndər quyuya su töksün. Nurəddin quyuya niyə su töksün? Orada sən Nurəddini göndər quyudan su götürsün. Sonra mən onu itəliyim quyuya salım məqamı orada özünü göstərir. Yəni, bax, bircə dənə bu fikrə görə biz artıq bunu nitqə aid edə bilməyəcəyik. Yəni A variantını elə ona görə də biz cavablardan çıxmalı oluruq və bu əsasda A ilə B variantı gedir. Sonra hətta C variantı da getmiş olur. Ya D ya E variantı qalır. Baxaq. Xarakterində şəxsi çıxarını pərdələyən obrazdır. Hətta Gülpəri ilə ailə qurmasında da biz bunu görürük. Ona görə də B variantını xarakterə aid etmək olar. Sonra Nurəddini quyuya salaraq öldürmək istəyir. Bax, burada bunu deməm, Nurəddini quyuya salaraq öldürmək istəyir. Quyuya salaraq, yəni itələyərək quyuya atmaqda bu özünü göstərir. Sadəcə olaraq quyuya salaraq özünü biraz mən əslində bunu hansı əsasda səhv götürəcəyimizi desək, bir də düşünmək istəyirəm. Çünki əməldə Nurəddini
quyuya salaraq öldürmək istəyir. Sanki A variantında olduğu kimi burada da özünü məhz bax bu söz doğrultmur. Çünki Nurəddini quyuya salmır. O sadəcə olaraq bu sanki məqsədi şəkildə bilərək edilən bir hərəkətdir. Amma o əməlini pərdələyirdi. Nurəddini gizlincə arxadan itələyərək, yəni quyuya salmaq deyil də itələyərək onu quyuya atır. Yəni gizlincə, amma quyuya salaraq konkret olaraq sanki açıq bir hərəkət kimi burada özünü göstərir. Ona görə də C variantı yəni əməl olaraq zəif bənd qalır. Əlində olan pulları qumarda uduzur. Bəli, bu isə onun əməlidir, hərəkətidir. Ona görə də bu doğru variantdır. Kimə necələşdirir Nurəddin? Nə azardan öldü? Bu isə onun dediyi Netikdə hansı ki bunu Gülpəri ilə olan dialoqunda deyir. Cavab olaraq uyğundur bizdə. Deməli 1-ə B, 2-yə D, 3-ə isə E, D variantı. Amma düzünü desəm burada C variantı bir balaca mənə qaranlıq kimi qaldı. Amma əsaslandırma testi işləyərkən də cavabda da D variantı çıxıb. Bu məni düşündürmüşdü. İzahda da düşündü. Mən həmişə sizə test, yəni bu testlərin hamısını mən işləmişəm və test izahından öncə mütləq ki bir dəfə özüm testlərin üstündən sürətli şəkildə keçirəm ki, izahda sizi yormayım, yəni daha aydın olsun və daha sürətli sizə izah verə bilim. Deməli D variantı ilə bağlı qərarımızı veririk, amma C variantındakı məsələdə, yəni mənim əsaslandırmam məhz burada olan fikirdir. Yenə də sizin bir alternativ fikriniz varsa sizi şərh bölməsində əlbəttə ki izləyirəm. Cavab olaraq D variantı. Davam edirik 42 ilə. Böyük bir testimiz var burada. Klasteri tamamlayan fikirləri müəyyən edin. Bayaqçı bənd özünü göstərir. Məhəmməd Hadidən Türkün nəğməsi şeirindən bir bənd. Nümunənin təhlili əruz vəznində yazılıb. Bəli, bunu bilirik ki, əruz vəznində yazılıb. Sadəcə olaraq tamamlayan deyir. Ona görə düzgün fikirdirsə, düzgün fikirlər. Öncə bunu müəyyənləşdirməliydik. İndi isə baxaq. İnversiya işləmiş bənddə natamam qafiyə. Bayaq biz buna baxdıq. Burada inversiya yox idi. Ona görə də birdə verilən fikir yanlışdır. 2. Bədii xitabdan istifadə olunmayan bənd dördlük şeir şəkli. Doğrudur. Burada bədii xitab yoxdur və dörtlük olması, yəni 4 dənə misradan ibarət olmasıdır. Ona görə 2-də verilən fikri doğru hesab eləmək olar. Sonra 3-də deyir, yanlışdır, 2-ci Dünya müharibəsi yox, 1-ci Dünya müharibəsindən danışılır. Lirik qəhrəman fikirlərində əmindir. Kədər onun fikir və düşüncələrinə hakim ola bilməyib. Bəli, 4 ildə itirilmiş bu qədər can. O hədər olmaz deyir. Yəni baxmayaraq ki, bu qədər itki olub, amma bu heç də ruh düşkünlüyünə qapılmağa səbəb olmur. Lirik qəhrəmanda 2 və 4 doğru variant olaraq B variantında özünü göstərir. 5-də isə azadlıq yolunda canından keçənlərin əməyi qiymətli olan Xuni Şəhidan deyə anılır. Xeyr, əmək yox, Xuni Şəhidan məhz elə bu yolda canını fəda edən şəhidlərin qanı formasında da keçir əsərdə. Cavab B variantı. Davam edək 43-lə. Türkün nəğməsi şeirinə əsasən nöqtələrin yerinə yazılmalı olan fikirləri ardıcıl olaraq yenə də sıralayacaq. Bayaqçı tipdə bir sualdır. Əsəri ilə eyni bəhirdə yazılıb. Şah İsmayıl Xətainin Dəhnamə əsərində olduğu kimi burada da Həzəc bəhri özünü göstərir. Ona görə də bura bir variantı, biri yazmaq lazımdır. Əsərində olduğu kimi bədii suallar işlənilib. Burada 3 yazmaq lazımdır. Məni candan usandırdı, cəfadan yar usanmazmı deyə Füzuli bədii sualdan istifadə etmişdi. Sonra əsəri kimi müharibə məsələsini Ananın öyüdü Səməd Vurğunda çox da maraqlı bir əsərdir. Məktəb proqramında da əksini tapmaqdadır və əlbəttə ki, o da müharibə mövzusuna həsr olunub. Tüfəngini təmiz saxla, atını da tumarla deyə bir misra oradan mənim yadıma düşmüş oldu. Cavab olaraq 1, 3, 2 və A variantında özünü göstərir. Davam edək 44-cü testimizlə. Nurəddin hekayəsinin məzmununa aid olan fikri bizdən istəyir. Yəni deməli doğru fikri axtarırıq Nurəddinlə bağlı. Əmir Aslanın simasında nəticə verən təhsilin yanlışdır.
yanlışdır, bayaq toxunmuşam bu məsələyə. Əl tutmaq əldən qalıb ifadəsinin əsərdə Rəhim obrazının simasında əyaniləşdirildiyini, xeyr, bu düşünürəm ki, Hacı Nəsirə uyğun olan bir ifadədir. Daha çox ona uyğun olan və onun simasında əyaniləşdirildiyini görürük. C variantında Bahar Nurəddini Gülpəri gildə gördükdə təlaşlanır. Bahar Gülpəri xeyr, Gülpəri gildə gördükdə, yəni ümumiyyətlə axı Bahar kəndə getməmişdi. Gülpəri onu kəndə getməyə qoymamışdı. Bahar Rəhimgildə gəlib Nurəddini görəndə həyəcanlanır və təəccüblənir. Sonra D variantı çünki Nurəddini ölü bilirdi. D variantında hekayə janrında yazılmış əsərdə təhkiyədən istifadə olunub deyir. Hekayə janrında yazılmış əsərdə təhkiyədən istifadə olunub. Bəli, əsər hekayə janrındadır. Sadəcə olaraq burada verilən fikir təhlilə aiddir. Yəni təhlilin bədii forma üzrə əsaslandırılmasıdır. Ona görə yanlışdır. Yoxsa öz-özlüyündə doğru fikirdir. E variantında Nurəddini quyuya ataraq aradan götürmək fikri Əmiraslana məxsus idi. Bəli, doğrudur. Bu bayaqçı testdə mənim tərəddüd etdiyim məqamdır. Aradan götürmək istəyir quyuya ataraq, amma quyuya salaraq orada yenə də dediyim kimi qaranlıq bir məqam qaldı. Yenə də mən özüm də izahdan sonra bir də baxıb aydınlaşdırmağa çalışacağam. Siz də baxarsınız həmin məqama. Sonra nəyə görə onlar testdə D variantı götürüblər? C-ni siz niyə C-ni yanlış hesab edirsiniz onu şərh bilməsinə yazarsınız həmin o testdə. 45 yanlış fikri müəyyən edin deyir və Nurəddinlə bağlı yanlış fikri Nurəddin obrazı əsasında müəyyənləşdirəcəyi bu dəfə dəyər verməyi bacaran obrazdır. Nurəddin əlbəttə doğrudur. Ona edilmiş yaxşılıqları unutmur. Kəndə getməyi səbirsizliklə, bəli, çox həvəslə kəndə getməyə hazırlaşırdı. Nurəddin doğrudur. Əsərdə onun xarakteri, davranışı, əməli, nitqi istiqamətindən müsbət fikirlər müəyyən etmək olar. Təbii ki, ümumiyyətlə əsərdə müsbət xüsusiyyətlərin cəm olduğu obrazdır Nurəddin və əsərin ideyası da məhz Nurəddin obrazı əsasında ortaya çıxır. Dialoqda olduğu obrazlardan biri onun quyuya atılacağını işləndə narazı. Xeyr, dialoqda olduğu obrazlardan biri. Yəni biz orada nə Əmiraslanın, nə Gülpərinin bir narazı, yəni təklif edən Əmiraslan da Gülpəri də narazılıq etmir. Ona görə D variantında verilən fikir yanlışdır. Davam edək. Gülpəri mənfi əməllərinin gözlənilən sonluğu ilə özləşəndən sonra onu bağışlayır. Doğrudur, Gülpərini bağışlayır. Amma mən D variantında niyə bu cür işarə qoymuşam onu bilmədim. Dialoqda olduğu obrazlardan biri onun quyuya atacağı işləndə narazılıq edir. Dedik ki, etmir əlbəttə ki, Gülpəri narazılıq etmir, razılıq verir Əmiraslana. Ona görə burada cavabımız D variantı idi. Davam edəcəyi neçənci testimizdə 46. Cədvəldəki yanlışlığı müəyyən edirik. Türkün nəğməsi ilə bağlı təhlilimizdə həm bədii məzmun istiqamətində, həm bədii forma istiqamətində verilənlərə baxaq görək. Harada yanlışlığa yol verilib. Sosialist inqilabı yolunda tökülən qanların hədər olmayacağı, sosialist inqilabı yox. Mən düşünürəm ki, burada türklərin öz azadlığı uğrunda tökdükləri qan əsaslı söhbət gedir. Ona görə bir də verilən fikir yanlışdır. Yanlış hesab olunacaq. Sonra 2. Lirik qəhrəmanın qorxmaz olduğu aydınlaşır. Və bir şey də deyim sizə ki, buradakı bir də sosialist, yəni türklərin öz azadlığı uğrunda əlbəttə ki, tökdüyü qanlar. Amma sosialist deyərkən hələ axı Sovetin qurulmadığı 1914-1918-ci illərdə Sovet qurulmamışdı. Ona görə də yəni Rusiya Sovet Respublikası deyək. Bu əsasda da yanlış hesab edə bilirik. Bir ona görə variantlardan çıxarılmalı deyil. Yəni bizə lazım olandı bir daha doğrusu. Biri götürək. 2. Lirik qəhrəmanın qorxmaz olduğu aydınlaşır. Türk millətinin istəyinə yer verilib deyir. Bu düzgün fikirdir. Amma biz yanlışı axtardığımıza görə götürmürük. İkini variantlardan çıxmaq lazımdır. 3-ə baxırıq. Qələbə əzmi özünü göstərən əsər Əruz vəznində Həzəc bəhrində yazılmışdır. Qələbə əzmi özünü göstərən. Əslində burada yəni 2-ci Dünya müharibəsində qələbə əzminin özünü göstərməsi Əruz vəznindədir, bəli, Həzəc bəhrindədir. Sadəcə olaraq səhv niyədir? Səhv mən hesab edirəm ki,
bunun məzmuna aid olmamasındadır. Yəni biz 3-ü götürməliyik. Çünki burada bədii forma ilə bağlı olan xüsusiyyət özünü vermişdir. Bu əsasda yanlışdır. Yenə də fikir öz-özlüyündə doğru olmuş olsa da cədvəldə yanlış yerdə yazıldığı üçün səhv götürəcəyik. Yəni səhv formadadır. Ona görə də hələ ki 1 ilə 3 bizə lazım olan bəhddir. 4-ə baxırıq. Bədii formada qan ilə qazanılmış zəfərin əldən verilməyəcəyi vurğulanan əsərdə neçminlik hakimdir. Bu doğrudur. Amma məzmunla əlaqədar fikir olaraq doğrudur. Konkret olaraq bədii forma deyil. Ona görə səhvdir. Yəni yanlışları axtarırıq və səhv olduğu üçün 4-ü götürmək lazımdır. 5-də lirik növdə yazılan əsərdə süjetə yer verilmir. İnversiya işlənib. Bu doğru fikirdir və eyni zamanda bədii formaya aiddir deyə götürmürük və doğru fikir olduğu için götürmürük. Yanlışları aktardığımız için 1, 3 ve 4 olarak cevap burada A variantı olmuş olur. 47. Deyir bizə ki, bu sualda Euler-Venn diaqramına əsasən müqayisə edin. Yenə Bomba və Nurəddin hekayələrinin müqayisəsini biz burada aparacağıq. Bizə deyir ki, 1 və 2 Bombaya aiddir, 3 və 4 Nurəddinə, 5, 6 isə 3 və 4 həm Bombaya, həm Nurəddinə, daha doğrusu 5 ilə 6 isə sırf Nurəddinə. Baş qəhrəman şöhrətpərəst obrazdır. Kərbəlayi Zala aiddir. Doğru fikirdir. Çünki Nurəddində baş qəhrəman Nurəddindir və o şöhrətpərəst deyil və bu əsasda 1-in düzgün yerləşdirildiyini demək olar. 1-i götürürük doğru olaraq. 2'ye baxırıq. Kənardan edilən məsləhətə fikir verməyən obraz var. Burada biz Bomba hekayəsində bunu görə bilərik. Amma iş orasındadır ki, burada Bomba hekayəsində Kərbəlayi Zalanın həyat yoldaşıdır məsləhət verən. Amma biz bunu Nurəddində də görürük. Nurəddində də məhz İmamverdi babanın Gülpəriyə məsləhətinə Gülpərinin fikir vermədiyini görürük. Yəni ortaq olaraq yazılmalı fikir orta mövqedə yazılmayıb. Bu əsasda biz bunu səhv götürürük. 2-ni variantlardan da çıxırıq. 3'e baxırıq. 3'də deyir ki, kulminasiya mərhələsindən sonra hadisələr düyünləşməyə ümumiyyətlə səhvdir. Çünki kulminasiya mərhələsindən sonra düyün açılmağa doğru gedir. Yəni razvyaska mərhələsi, hansı ki kulminasiyadan əvvəl zavyaska bədii düyün, sonra kulminasiyadan sonra razvyaska, yəni düyünün artıq açılmasından danışıldığı üçün 3 yanlış hesab olunacaq. 4'ə baxaq. Bu da ortağa yazılıb. Xeyirxahlığı ilə seçilən obrazın iştirak etdiyi əsərdə təşkiyə aparıcıdır. Bomba əsərində biz xeyirxahlığı ilə seçilən bir obraz görmürük. Məhz bu səbəbdən 4'ü yanlış hesab edirik. Çəkilən zəhməti unutmayan obrazın iştirak etdiyi əsərdə peşmanlığını açıq şəkildə ifadə edən obraza yer verilib. Doğrudur. Peşmançılığını açıq şəkildə ifadə edən obraz Gülpəridir. Çəkilən zəhməti unutmayan isə Nurəddindir. 6. Əsərin ideyasını ifadə edən fikir əsərdəki obrazlardan birinin dilindən eşidilir. Bu da Rəhimin dilindən eşidilir. Bayaq bu məqama toxunduq. Ona görə də burada B variantı özünü göstərir. Doğru cavab kimi 47'də cavab B. Biz davam edirik 48 ilə. Nurəddin əsərində Nurəddin və Əmiraslan obrazının ortaq və fərqli cəhətlərini qruplaşdırmağımızı istəyir və görək. Erkən yaşda valideynlərini itirmək, evin tək övladı olmaq, sonra məktəb təhsilini tamam edib etməmək, verilən tərbiyyəyə əsasən böyümək, əlində atanın var dövlətindən heç nə qalmaması və burada doğru olaraq biz nə etməliyik? Qruplaşdırma aparmalıyıq. Ortaq tərəflər birinci, yəni ilk seçəcəyimiz həm Nurəddinə, həm də Əmiraslana aid olan xüsusiyyətlər olmalıdır və erkən yaşda valideynlərini itirən obraz həm Nurəddində idi, həm də Əmiraslanda idi. Hər ikisini ortaq xüsusiyyət kimi təbii götürmək olar. Evin tək övladı olmaq, bəli, Nurəddin də Əmiraslan da evin tək övladları idi. Yəni ortaq birinci verildiyi üçün 1 ilə 2-ni biz birinci olaraq seçə bilərik ortağa. 3. Məktəb təhsilini tamam edib etməmək məsələsinə baxanda bir dəqiqə məktəb təhsilini davam edib etməmək fərqli xüsusiyyətdir. Çünki Nurəddin məktəb təhsilini davam elətdirib məktəbi bitirmişdi, amma Əmiraslanda bu xüsusiyyət yox idi. Verilən tərbiyəyə əsasən böyümək, belə deyək,
Bu da yanlış fikirdir. Çünki verilən tərbiyədə Nurəddinin böyümə şəkli ilə Əmraslanın böyümə şəkli eyni deyildi və onlar üçün ortaq olan xüsusiyyət kimi biz bunu götürə bilmərik. Fərqli xüsusiyyət kimi götürmək daha məqsədə uyğundur. Çünki nəticədə bu obrazlar tərəzinin ayrı-ayrı gözlərinə qoyulub müqayisə edilir. Ona görə 4 fərqliyə gedəcək. 5-də əlində atanın var dövlətindən heç nə qalmaması. Əmraslanın da əlində heç bir şey qalmamışdı. Və Nurəddinin də əlində heç bir şey qalmamışdı. Baxmayaraq ki, əslində Nurəddinə bir şeylər atasından miras olaraq qala bilərdi, amma əlbəttə ki, uşaq olduğu üçün buna imkan vermədilər. Nəticə itibarilə ortaq cəhətdir. Yəni hər ikisinin əlində var dövlətdən bir şey qalmır. Ona görə də 5-də verilən fikri ortaq olaraq götürmək olar. O zaman ümumiləşdirmə aparsaq 1, 2 və 5 ortaq idi. 3-dən 4 fərqli cəhət idi. Bu əsasda B variantını düzgün hesab edə bilərik. Davam edək 49-dan. 49-da Nurəddin əsərində səhv olmayan fikri istəyir bizdən. Yəni Nurəddinlə bağlı doğrunu tapmaq lazımdır. Ümumi əsər boyu iki obrazın dilənçiliyi. Bayağı mən bu testi deyirdim. Bəli, düzgün xatırlayıram. Bu testdə ümumi əsər boyu Gülpəri və Nurəddindən danışılır. Baxmayaraq ki, bəlkə də ağlımıza Cənnətəli gəlir, amma biz Cənnətəlinin dilənçilik etdiyini şahidi olmuruq. O sadəcə olaraq xəstə olduğu üçün Nurəddini dilənməyə göndərirdi. Əmraslanın faciəsinin səbəblərindən biri də Gülpəri ilə evlənə bilməməsi. Xeyr, evlənir Gülpəri ilə. Sonra Nurəddin şəri təmsil edən qüvvələrlə tək mübarizə apara bilir. Xeyr, orada biz Rəhimi görürük, müsbət obrazlar, yəni Nurəddin cəbhəsində deyək ki, olan Cənnətəlini görürük, ona kömək edir, evinə gətirməyə, daha doğrusu məqsədi ilə kömək edir, amma yolda təbii hadisə baş verir. Sonra Rəhimin evinə getməli olur. D edilən yaxşılıq itmir ifadəsini yalnız bir obrazın simasında. Yəni, bu yanlışdır. Çünki Cənnətəli də Nurəddinə yaxşılıq etmişdi və onun qarşılığında Nurəddin onu gətirib işlə təmin eləmişdi. İmamverdi kişi Əmraslanın əmsi qızı olduğu üçün Gülpəri ilə evlənməsi xeyr. İmamverdi kişi əmsi qızı olduğu üçün deyil, yanlış tərbiyəyə sahib olan Əmraslanla qızının evlənməsini istəmirdi. Amma halbuki İmamverdi kişi ilə qızının da mənfi xüsusiyyətlərə sahib olduğunu gərək biləydi. Kimi insan düşünür burada. 49-a cavab A variantı. Davam edək 50-ci testimizin izahı ilə. Burada bizə deyir, bomba əsərinin bədii forması ilə bağlı doğru fikir müəyyən edin. Bu tip testlərdə bəzən mənim də fikrim yanıq olanda həqiqətən də bir dayanıram, bir dururam, düzgün hesab edirəm fikir. Sonradan artıq və diqqət toplayanda adam başa düşür ki, bizdən bədii forma və yaxud da bədii məzmunla bağlı yanlış doğru istəyir. İndi bizdən bədii forma ilə bağlı doğru fikri tapmağımızı istəyir. Pristavın sözləri ilə ovqatı təlx olan Kərbəlayı Zal axşam yemək də yeyə bilmir. Doğrudur, iştahası kəsilir. Amma bədii məzmuna aid doğru fikirdir, ona görə səhvdir. Əsasında təsvir dayanan ədəbi növün obraz sayı zəngin olan, xeyr, obraz sayı zəngin olan yox, obraz sayı az olan janrda, hansı ki, hekayə janrında yazılıb. Qaravula çıxdığı küçələrin adları sətiraltı məna daşıyır, doğrudur, amma məzmuna aiddir yenə də. Aid olduğu janrın özünə məxsus və yeganə olan növündə yazılıb. Aid olduğu janrın özünə məxsus və yeganə olan növü deyiləndə novella janrı olaraq biz düşünürük və doğrudur təbii ki, özə məxsus sonluğu da gözlənilməz sonluqla bitməsidir. Aid olduğu janrda hekayədir və hekayənin yeganə olan növü də novella, belə deyək. Yəni özünə məxsusluğu ilə seçilən növü. E variantında əsərin finalı baş qəhrəmanın ürəyincə bitmir. Məzmuna aid olduğu üçün yanlış hesab edirik. Cavab burada D variant. 51. Bomba əsəri ilə bağlı yanlış fikri seçin deyir. Burada şəxsi mənafe üçün başqasına böhtan atmaq pislənilən əsərdə hadisələrə pristavın narazılığı ilə düyün vurulur. Bu doğrudur. Amma bizdən yanlışı istəyir. Pristav çağıraraq Kərbəlayı Zala bəs tənqid dolu fikirlərini bildirir və əlbəttə düyün burada başlayır. Sonra həmin o hissədə ki, Ayət Usta Feyzullanın evində qarpız çuvallarını, bomba çuvalları zənn edərkən kulminasiya mərhələsi yaşanır. Sonra həmin səhnədə, yəni B variantında müəllif geniş oxucu kütləsinə xitab edən bir məsələyə toxunsa da bunu həcmcə kiçik olan janrda edib. Doğrudur, əslində bu da bizim Əbdürrəhim bəy Haqverdiyevin qələminin gücündən xəbər verir. Kiçik bir hekayə ilə toxunduğu məsələnin geniş oxucu kütləsinə təsiri.
Heç də az deyil. C. Fərasətsizliyi Kərbəlayı Zalın arzusunu gözündə qoyur. Doğrudur, çünki işindən olur. Əsərdə yadelli ağaların qulluğunda işlətdikləri yerli sakinləri çuğulçuluğa təhrik etməsi halının şahidi oluruq. Bəli, doğrudur. Buna oxşayan bir məsələni bayaq danışdıq. Kərbəlayı Zalın timsalında öz həmyerliləri ilə ədabətin acı nəticəsini dadan həmvətənlərimizi görürük. Xeyr, Kərbəlayı Zalın timsalında deyil. Eyni zamanda burada biz görərik Usta Feyzullanın əslində belə deyək, çətinliyə düşməsini görürük. Usta Feyzullanın Kərbəlayı Zalın sırf özünü düşünməsi səbəbilə yaşadığı həyəcanı, ailəsinin yaşadığı həyəcanı görürük. Ədavət məsələsi burada bəsit qalır, amma yenə də Kərbəlayı Zal öz timsalında öz həmyerliləri ilə bir çətinlik yaşamır. Belə əslində həmyerlisində çətinlik yaşadan obraz kimi yadımızda qalır. Cavab olaraq E variantıdır. Sonuncu testimizə çatdıq əzizlərim. Bu da 52-ci testimizdə Türkün nəğməsi şeiri ilə bağlı doğru fikri istəyən testi görək. Burada doğru fikir nədir? Əsər oxucunu düşündürməyə qadir fikirlərə malik olmasa da tanış. Necə yəni? Əlbəttə ki, oxucunu düşündürməyə qadir fikirlərlə yetərincə zəngin olan əsərdir. Ona görə yanlışdır. Bizdən isə doğrunu istəyir. 4 ildə verilmiş bu qədər can hədər olmaz. Yenə də 2-ci Dünya müharibəsi dəfələrlə artıq bu məsələyə bu mövqedən yanaşıldı və mən düşünürəm ki, biz bunu artıq əzbərlədik. 1-ci Dünya müharibəsindən söhbət gedir. Heç bir çətinliyin, hətta ölümün belə türkləri yolundan döndərməyəcəyini qeyd edən müharibədə olanlara biganə yanaşmamışdır. Doğrudur. Ona görə də C variantı ilə doğru fikirdir. D variantında fikirlərini daha geniş müstəvidə oxucuya çatdıra bilmək üçün müəllif müxəmməs janrını seçmişdir. Burada fikirlərini daha geniş müstəvidə oxucuya çatmaq üçün, çatdıra bilmək üçün müəllif müxəmməs janrı seçməyib. Niyə? Çünki müxəmməs janrı müəyyən qafiyələnmə sisteminə və hər misrada eyni qədər, hər bəhddə daha doğrusu eyni sayda misra sayına malik olmalıdır. Amma biz əsəri incələyərkən məhz bu məqamlara burada rast gəlmirik. Ona görə də qafiyələnmə sistemindən tutmuş digər məsələlərə kimi D variantı yanlışdır. Mütərəqqi ideyaların üstünlüyü təşkil etdiyi şeir fikirlərin ağırlığına görə Rus vəzninin Həzəc bəhrində yazılıb əzizlərim, amma burada rəməl dediyi üçün yanlışdır. Bu bizim sonuncu testimiz oldu. İnşallah ki, Cəlil Məmmədquluzadə ilə bağlı test bölməmizin də izahına çalışacağım ki, ən qısa zamanda aydınlıq gətirək, sizlə bərabər müzakirələr edək. Hansısa bir fikriniz, təklifiniz varsa, əlbəttə ki, video ilə bağlı, sizə öyrədici olub olmadığı ilə də bağlı, hansı suallarda qaranlıq məqamlar sizə qaldı, bununla bağlı şərhlərinizi yaza bilərsiniz. Yenə deyirəm, kanala abunə olmağı, şərh yazmağı və ən əsası da ola bilər video sizin qarşınıza çıxar, sizə faydalı olmaz, amma çəkilən zəhmətə xatir və eyni zamanda bu zəhmətin boşuna getməməsi üçün kimin ki bu videolara ehtiyacı ola bilər, kimlərə ki bu videolarım öyrədici ola bilər, məhz həmin insanlarla ən əsası paylaşmağı unutmursunuz. İnşallah ki, növbəti video dərsimdə görüşənə qədər. Hələlik.